Salam əziz abituriyentlər. Bugün mən sizə maddə miqdarı bölməsindən olan qazların sıxlığı, nisbi sıxlıq, qaz qarışığına aid hesablamalar testinin izahını verəcəm. Birinci sual. Hansı qaz hidrogendən 14 dəfə ağırdır? Deməli, burada hidrogendən deyəndə söhbət hidrogen qazı, yəni H2-dən gedir. H2-nin özünün molyar kütləsi bərabərdir 2 qrama. İndi 2-dən 14 dəfə ağır, yəni 2 vurulsun 14. Bərabərdir 28. Deməli, burada hansı qazın molyar kütləsi 28 edirsə, biz o qazı götürməliyik. Burada da doğru cavab olacaq Y variantı. Çünki CO-nun emeri burada 28 edir. İkinci sual. Hansı qaz oksigendən 16 dəfə yüngüldür? Oksigen deyəndə yenə burada söhbət O2-dən gedir. Yəni, molyar kütləsini tapsaq, oksigenin eləyəcək 32 qram. 32-dən 16 dəfə yüngül. Yəni, 32-ni bölək 16-ya. Eləyəcək 2. Görək hansı qazın molyar kütləsi 2 qramdır. Burada da olacaq cavabımız hidrogen. C variantı. Üçüncü sual. Hidrogenə görə nisbi sıxlığı 14 olan qazın nisbi molekul kütləsini müəyyən edin. Biz bilirik ki, hidrogenə görə nisbi sıxlığını tapanda hər hansı bir qazın, həmin qazın molyar kütləsinin D hidrogen bərabərdir. Həmin qazın molyar kütləsi, yəni X-in molyar kütləsini bölür hidrogen molyar kütləsinə 2-yə. Deməli, bu X-in 2-yə bölünmüşü 14-dür. Bəs X-in öz kütləsi neçə olub? 2 vurulsun 14. Yəni 28 qram. Deməli, cavab olacaq Y variantı. Dördüncü sual. 0,5 mol CO2 və 11,2 litr SO2-dən ibarət qarışıqda neçə oksigen atomu var? Deməli, biz burada birin molundan verib, birin litrlə. Molla olanı ilə molla saxlayırıq, amma litrlə olanı da mola çevirək. 11,2 litr SO2 neçə moldur? 11,2-ni bölürük 22,4-ə. Eləyəcək 0,5 mol. Deməli, üzərinə yazıram 0,5 mol. Deməli, hər ikisi 0,5 moldur maddələrin və bunlardan ibarət qarışıqda oksigen atomu sayını soruşur. Gəlin tapaq. Deməli, 0,5 mol CO2, bir də 0,5 mol SO2. Bunlardan ibarət qarışıqda oksigenlərin sayı. Uyğun olaraq hər bir molun öz formulundakı oksigen indeksinə vuraq. 0,5-i 2-yə vuranda 1 ENA qədər. Şimdi bir yazılmır, sadəcə yəni özüm qeyd elədim orada. Bir dənə ENA qədər burada oksigen atomu var. Eyni qaydada 0,5-i 2-yə vuranda 1 ENA qədər də burada oksigen atomu var. İndi bu üzləri silirəm. ENA. Cəmi nə qədər eləyəcək? 2 ENA. 2 ENA qədər burada deməli oksigen atomu var qarışıqda. Toplanır burada. İndi yerinə qoyuruq, yəni ENA-nın qiymətini. 2-ni vururuq 6,2 vurulsun 10^23-ə. Bu da deməli eləyəcək. İndi cavabda 1,204 ilə veribdir. Ona görə 1,204 vurulsun 10^24. C variantı. 5-ci sual. Normal şəraitdə X2H4 qazının sıxlığı 1,25-ə bərabərdir. Deməli, sıxlıq ρ bərabərdir 1,25-ə. Söhbət qazların sıxlığından gedəndə, qazların həcmini də qeyd edirik ki, həcmdə 22,4-dür və bunları da birlikdə görən kimi buradan M-i tapırıq. M bərabərdir ρV. Deməli, M bərabər olacaq 1,25 vururuq 22,4-ə, eləyəcək 28 qram. Deməli, bu maddənin X2H4 qazının molyar kütləsi 28-dir. Yəni, M X2H4 bərabərdir 28-ə və biz buradan X-in nisbi atom kütləsini tapmalıyıq. Bunun üçün yazarıq ki, deməli, M-in ifadə şəklində yazsaq, X-in kütləsini X götürsək 2-yə vuranda 2X, hidrogen 1-i 4-ə vuranda 4, cəmi 28, 2X bərabərdir 24, X də bərabərdir 24-də 2-yə böləndə 12. Deməli, doğru cavab olacaq Y variantı. 6-cı sual. Normal şəraitdə 3,36 litr helium və 4,48 litr neondan ibarət qaz qarışığının kütləsi neçə qramdır? Deməli, burada bizə litrlə verib. Gəlin, biz bunu mola çevirək. Yəni, çalışdığınız qədər litr olanda mola çevirin. Molla işləmək daha rahatdır. 3,36-nı bölürük 22,4-ə. Bu eləyəcək, deməli, 0,15 mol. Bu qədər helium var. Deməli, 4,48-i böləndə 22,4-ə 0,2 mol neon var. Və qarışığın kütləsini soruşur. Uyğun olaraq hər biri molun öz kütlələrini vurub toplayacaq. 0,15-i vuracaq helium kütləsinə 4-ə, 0,2-ni vururuq neonun kütləsinə, yəni 20-yə. Və cəmləyirik. 0,15-i 4-ə vuranda 0,6 eləyəcək. 0,2-ni 20-yə vuranda 4 eləyəcək. Toplayanda 4,6.
C variantı. 7-ci sual. CO2-dən və 0,75 mol N2-dən ibarət qaz qarışığının kütləsi 25 qramdır. Qarışıqda neçə qram CO2 var? CO2-nin kütləsini bilmirik. İndi 0,75 mol N2-nin kütləsini bir dənə tapaq. 0,75-i vuraq N2-nin ml-nə, yəni 28-ə. Bu da eləyəcək 4-də 3-ə vuranda 7-nin 3-ə 21. 21 qram N2 var. Deməli, CO2-nin kütləsində götürək x. Deməli, x ilə bu 21-in cəmi 25-ə bərabərdir. Bəs bu x nəyə bərabərdir? 25-dən 21-in çıxanda 4-ə. Deməli, neçə qram CO2 olubdur? 4 qram. D variantı. 8-ci sual. Deməli, 10 kub metan, 2 kub metr, 10 kub metr metan, 2 kub metr hidrogendən neçə dəfə ağırdır? Deməli, metanın hidrogendən neçə dəfə ağır olduğunu tapmaq üçün və bunları kub metrlə veribdir. Biz 10-u vururuq metanın kütləsi 16-ya, bölürük 2 vurulsun hidrogenin kütləsini 2-yə. Yəni, kub metrlərini vururuq öz kütlələrinə uyğun olaraq və görək neçə dəfə ağırdır. Bunu hesablayanda 4, 10-a vuranda eləyəcək 40. Deməli, 40. Doğru cavab olacaq D variantı. Elə bir ki, burada bu kub metri mol kimi elə bir istifadə elədikdə, elə bir 10 mol metan, 2 mol hidrogendən deyəndə 10-u vururuq metanın kütləsinə, 2-ni vururuq hidrogenin kütləsinə. Burada bu şəkildə, yəni ondan neçə dəfə ağırda vurulub bölünməlidir. Birbaşa onu 2-yə bölmürük. 9-cu sual. Normal şəraitdə 5,6 litrinin kütləsi 11,5 qram olan qazın hidrogenə görə sıxlığını hesablayın. Deməli, 5,6 litri əgər 11,5 qramdırsa, sırası biz bu qazın molyar kütləsini tapmalıyıq. Yəni, onun 22,4 litri neçə qramdır, onu müəyyən eləməliyik. Belə bir tənasüb quruq ki, 5,6 litri əgər 11,5 qramdırsa, bunun 22,4 litri neçə qramdır. Yəni, sizə başqa bir litr verən kimi sırası 22,4-ə gətirin. Çünki maddənin molyar kütləsini bilmək üçün 22,4 litrini bilməliyik. Moldan 1 molun bilməliyik. Belə. Molekuluna məsəl üçün NA-ya uyğun gələni bilməliyik. Molyar kütlə odur. İndi buradan x bərabər olacaq, 4 dəfə artıb olacaq 46. Deməli, bu qazın molyar kütləsi 46-dır. İndi qazın hidrogenə görə sıxlığını hesablayın deyəndə, niyə yazıq? 46-nı böləcək hidrogenin kütləsinə 2-yə. O da eləyəcək 23. Cavabımız olacaq D variantı. 10-cu sual. 0,5 mol azot, 2240 ml oksigen və 3,65 qram hidrogen xloriddən ibarət qaz qarışığında neçə molekul var? Deməli, bizə birini molla verib. Biri milli ilə, birində qramla veribdir. Amma hər birini molla ifadə eləməliyik. Molla ifadə edək ki, sonra da molekul şəklini ifadə edək. Deməli, birinci mollandı azot, elə olduğu kimi qalır. Oksigeni bir dənə əvvəlcə litrə çevirək, millilitri litrə çevirək. Sonra da molla ifadə edək. Deməli, 2240 millilitr oksigen, bu o deməkdir ki, 1000-ə böləndə 2,24 litr oksigen deməkdir. 2,24 litrdə neçə moldu? 22,4-ə böləndə 0,1 moldu. Oksigen molu oldu, üzərinə yazıram 0,1 mol. İndi hidrogen xloridin də emirin görürük ki, 36,5-dir. Bu da bizə 3,65 verib. 3,65-i özünün emirinə 36,5-ə bölürük. 0,1 molda bu eləyəcək. Yəni hidrogen xlorid. 0,1 də H xlorumuz var. 0,1 O2-miz var, 0,1 H xlor, 0,5 molda azotumuz var. İndi bizə deyir ki, qaz qarışığının neçə molekul var? Mollarını toplayırıq, axırda da NA-ya vururuq. Yəni, qarışıqdakı molekul bilmək üçün molların cəmi bilməliyik. Mollarla ifadə edirik. Toplayaq molları. 0,5 üstə gəl 0,1 üstə gəl 0,1 bərabərdir 0,25 mol. 0,125 molda 0,125 vurulsun NA, yəni Avogadro-dədir. Yəni 6,2 vurulsun 13,23. 4-də 1 vuranda 6,2-yə, bu 4-də 1 deməkdir. Eləyəcək 1,505. 13,23 qalır yenə də yanında. Deməli, cavab olacaq Y variantı. 11-ci sual. Normal şəraitdə sıxlığı metan qazının sıxlığından 4 dəfə çox olan qazın 0,2 molun kütləsini hesablayın. Sıxlığı metanın sıxlığından 4 dəfə çoxdursa, deməli bunun molyar kütləsi də metanın molyar kütləsindən 4 dəfə çoxdur. Yəni qazlarda həmişə sıxlığı müqayisə edəndə sıxlığı çoxdur, sıxlığı azdır. Ancaq molyar kütlə, yəni emirləri müqayisə edirik.
İndi deyəndə ki, sıxlığı metan sıxlığından 4 dəfə çox. Deməli, bunun molyar kütləsi metan molyar kütləsindən 4 dəfə çoxdur. Hansı qazsa bu naməlum qazın. Metan da 16-dır. 16-dan 4 dəfə çox. 16-dan vuruq 4-ə. 64 qramdır bu qazın kütləsi. 1 molun kütləsi. Molyar kütlə, mR 1 molun kütləsidir bu. Bəs bu qazın 0,2 molun kütləsi neçə qram olar? Yəni 1 molu 64-dür. Bəs 0,2 molu nə qədərdir? Yəni 0,2-ni 64-ə vuruq. 12,8 qram Y variantı. 12-ci sual. Normal şəraitdə götürülmüş 8 qram hidrogen və 56 qram azot qazlarının həcmlərini müqayisə edin. Həcmlərin müqayisəsi elə molla eynidir. Bunu istəsəz litrlə ifadə edib müqayisə edə bilərsiniz. Molla da. Molları eyni olanda həcmlər də eyni olur. Qazlardan 22,4, 22,4. Tutal molu ondan 2 dəfə çoxdur, həcm də 2 dəfə çoxdur. Yəni elə bunu molla ifadə edək. Demək istədiyim odur. 8 qram hidrogen neçə moldur? 8-i hidrogen nömrəni 2-yə böləndə 4 mol. 4 mol hidrogen var. 56 qram azot neçə moldur? 56-da azot nömrəni 28-ə böləndə 2 molda N2 azot var. Və bunları müqayisə edəndə, yəni bunları bərabərləşdirsək, azot 2 moldur, hidrogen 4. Azotu 2-yə vursaq, o da 4 olar. Yəni hidrogen bərabər olacaq 2 vurulsun azot. B hidrogen bərabərdir 2V N2. Doğru cavab olacaq B variantı. 13-cü sual. Maddənin tərkibində karbon, hidrogen və oksigen atomlarının sayları nisbəti. Karbon, hidrogen, oksigen atomlarının sayları nisbəti 1, 3, 1 kimidir. Bu maddənin buxarlarının hidrogenə görə nisbi sıxlığının 31 olduğunu bilərək onun molekul formulunu müəyyən edin. Hidrogenə görə nisbi sıxlığı 31 olduğunu bilərək deyirsə, deməli, yəni bu molyar kütləsini tapaq maddənin. Yəni bu maddə molyar kütləsini x götürək. Bunun hidrogenə görə nisbi sıxlığı, yəni 2-yə bölünmüş 31-dirsə, x ilə bərabərdə 62-yə. Deməli, molyar kütlə 62-ymiş. İndi həm də atomların sayı nisbəti 1 bölünsün, 3 bölünsün 1 kimi olmalıdır. Baxırıq ki, 1 bölünsün, 3 bölünsün 1. Məsələn, A variantında elədir. İşarə qoyuram. D-ni silirəm, D-də mümkün deyil. B-də də 2 ixtisarı gedəndə yenə 1 bölünsün, 3 bölünsün 1 olur. C-də 3 ixtisarı gedəndə yenə 1, 3, 1 olur. Amma Y variantı uyğun deyil. İndi A, B, C-dən hansıdır? Əlbəttə ki, biz tapdıq ki, bunun molyar kütləsi 62 olub ki, yəni hidrogenə görə nisbi sıxlığı da 31 eləyib. Deməli, baxırıq hansının mR burada 62 olacaq. Deməli, 62 olan, bu da baxırıq B variantı olacaq. Çünki C2H6 isə 30 eləyir, bu da 32, 62 eləyir mR. Doğru cavab B variantı. 14-cü sual. Maddənin tərkibində karbon və hidrogen atomlarının sayları nisbəti 1 bölünsün 2,5 kimidir. Bu maddənin havaya görə nisbi sıxlığının 2 olduğunu bilərək onun molekul formulunu müəyyən edin. Deməli, ilk öncə buradan başlayaq ki, havaya görə nisbi sıxlığı 2-dir. Yəni, maddənin kütləsini x götürək. Havaya görə nisbi sıxlığı tapanda 29-a bölürük. 29-a bölünmüşü 2-dirsə, x də bərabərdə 58. Deməli, maddənin nisbi molekul kütləsi 58-dir. Baxaq görək, hansı maddənin həm nisbi molekul kütləsi 58 eləsin, həm də karbon və hidrogen atomu sayı nisbəti 1 bölünsün 2,5 kimi olsun. Burada deməli elə A variantı uyğun gələcək. Çünki A variantında həm C4H10-un mR 58 eləyir, həm də 4-ə ixtisar aparsaq 1 bölünsün 2,5 eləyir. Deməli, doğru cavab olacaq A variantı. 15-ci sual. 0,125 mol CO2 və 0,125 mol N2-dən ibarət qaz qarşımdakı molekulların sayını hesablayın. Və yaxud da buna oxşar bir sual var idi. Orada molla, nə bilim, litr, fərqli vahidlərlə vermişdi. Mən də dedim, həmişə mola gətirib. Burada onsuz da mollandı. İndi bu molekulların sayını tapmaq üçün molları toplayacaq. Molları toplayırıq, sonra N-aya vururuq. 0,125 üstəgəl 0,125 bərabərdə 0,5 mol. 0,5 mol maddə qaz qarışığı neçə molekuldur? 0,5-i də vururuq. Avogadro ədədinə 6,2 vurulsun 13,23-ə. Bu da eləyəcək 3,1 vurulsun 13,23. Cavab olacaq Y variantı. 16-cı sual. Hansı qazların normal şəraitdə sıxlığı eynidir? Deməli, qazların sıxlığı müqayisə eləyəndə elə onların emirləri müqayisə eləyin. Əgər onların emirləri eynidirsə, sıxlıqları da eynidir. Nəyə görə? Çünki qazların sıxlığı rho bərabərdir, M bölünsün V-dir. V də həmişə 22,4-dür. Əgər bunların molyar kütlələri bərabərdirsə, hər ikisini 22,4-ə böləndə alınan sıxlıq da eyni olacaq. Deməli, burada sıxlıq deyən kimi biz emiri müqayisə eləyir. İndi eynidir. Baxaq görək hansılar eynidir. Birinci CO2-nin emiri 44 eləyir. C2H2 26, 44,
30. Deməli burada 44, 44. 1-dən 3 olacaq cavabımız. Hər ikisini 22 ona 4-ə böləndə alacağımız cavab eyni olacaq. Yenə 17-də eynidir deyil. Baxaq, eyni olanlar birinci 30 eləyir. 26, 30, 44, 30, 30, 1, 3. Y variantı. 18-də hansı qaz havadan ağırdır? Yəni, hava 29 orta molyar kütləsi, 29-dan yuxarı kütləyə malik olan qaz havadan ağır gelir. 29-dan aşağı olan havadan yüngül. Deməli, 29-dan ağır olsun, böyük olsun. SO2 olacaq cavabımız. Çünki 64 demiri. Qalanları 29-dan aşağıdır. İndi 19-da da deyir ki, hansı qaz havadan yüngüldür? Bu dəfə 29-dan aşağı olan götürəcəyik. O da olacaq C2H2. Çünki 26 eləyir molyar kütləsi. 20-ci sual. Bir dəqiqə. 20-ci sualda deyir ki, 0,5 molun kütləsi 3,2 qram olan qazın hidrogenə görə nisbi sıxlığını hesablanır. Deməli, biz burada 0,5 molu 3,2 qram olan qazın 1 molu neçə qramdır? İlk öncə onu tapmalıyıq. 1 molun bilək ki, deməli 1 mol da bərabər olacaq 64-ə. 1 molun bilək ki, hidrogenə görə nisbi sıxlığını tapmaq üçün gəlin molyar kütləni böləcək hidrogen kütləsinə. Deməli, bu qazın molyar kütləsi 64-dür. 64-ü böləcək hidrogenə görə nisbi sıxlıq deyil, yəni 2-yə, H2-in kütləsinə. O da eləyəcək 32. Y variantı. 21-ci sualda deyir, 0,2 molunun kütləsi 11,6 qram olan qazın, yenə bayaq kimidir. İlk öncə 0,2 molu əgər 11,6 qramdırsa, 1 molu neçə qramda onu tapırıq. 58. 1 molu 58. Və həmin bu qazın molyar kütləsi 58-dir. Bunu da havaya görə nisbi sıxlığını tapırıq. Yəni 29-a bölürük. Eləyəcək ki, C variantı. 22-ci sual. Hidrogenə görə sıxlığı 14 olan qazın 0,5 molunun kütləsini hesablayın. Hidrogenə görə sıxlığı 14 olan qaz, bizim molyar kütləsi neçəymiş? Biz onu tapaq. Yəni, molyar kütləsi x götürək. Onun 2-yə bölünmüşü 14-dür. X də bərabərdir 28-ə. Şimdi bunun 0,5 molunun kütləsini deyir, hesablayın. Bunun 1 molu 28 qramdır. Bəs bunun 0,5 mol neçə qram olar? Bu da olacaq 14, yarısı. B variantı. 23-cü sualda deyir, C2H4 və CO qazlarının qarışığına hansı qazı əlavə etdikdə qarışığın orta molyar kütləsi artar? Deməli, C2H4 ilə CO, deməli, molyar kütlələrini yazsaq, C2H4, bir də CO. 28 budur, 28 də budur. Qarışıq, deməli, bunların orta molyar kütləsini hesablasaq, bunlardan neçə mol olur olsun, bunların yenə orta molyar kütləsi 28 çıxacaq. İndi deməli, belə deyək də, qarşımızın orta molyar kütləsi 28-dir. Biz bura 28-dən yuxarı kütləli qaz əlavə eləsək, orta molyar kütlə artar. 28-dən aşağı əlavə eləsək, azalar. 28-ə bərabər eləsək, əlavə eləsək, dəyişməz. Artar dediyinə görə biz burada 28-dən yuxarı kütləli bir qaz axtarırıq. O da olacaq, deməli, B variantı. Çünki 30 edir kütləsi. C2H6-ın qalanları 28-dən aşağı və yaxud 28-ə bərabərdir. 24-cü sual. Azot və dəm qazı qarışığına. Yenə burada azot N2-dir. 24-cü sualda N2. O da 28-dir. 28-dir. Bir də dəm qazı CO-dur. CO da 28-dir. Yenə burada M orta 28 çıxacaq. İndi onun da deyir, hansı qaz əlavə etdikdə orta molyar kütləsi azalar. 28-dən aşağı kütləli bir qaz götürəcək. Bu dəfə də NH3 olacaq, çünki kütləsi 17-dir. 25-ci sual. X və Y qazlarının hər ikisinin helyuma görə nisbi sıxlığı 11-ə bərabərdir. Bu qazların molyar kütlələri arasında münasibəti müəyyən edin. Deməli, bunların əgər ikisinin də helyuma görə nisbi sıxlığını tapanda, yəni bu qazların molyar kütləsini böləcək helyumun kütləsinə, 4-ə. İndi 4-ə böləndə 11 eləyir. Hər ikisində 11 eləyir. Deməli, hər ikisinin kütləsi bərabər imiş. Heç bunu hesablamadan demək olar ki, deməli, molyar kütlələri bərabərdir. Amma neçə olduğunu bilmək istəyiriksə, X-in məsəl üçün 4-ə bölünmüşü 11-dir, X olacaq 44. Eyni qaydadır. Y-in də deməli 4-ə bölünmüşü 11-dir, Y bərabər 44. Yəni bunların əgər nisbi sıxlıqları eyni bir qaza əsasən nisbi sıxlıqları bərabərdirsə, deməli bunların molyar kütlələri bərabər olur. Yəni MX bərabərdir MY B variantı.
26-cı sualda deyir, X və Y qazlarının maddə miqdarları bərabərdir. Bu qazların normal şəraitdə həcmləri arasında münasibəti müəyyən edin. Əgər bunların maddə miqdarları bərabərsə, həcmləri. Əgər mol bərabərdirsə, nülər bərabərsə, V-lər də bərabərdir, molekulları da bərabər olur. Yəni, bunlar bir-birinə əlaqəlidir. Molla eyni olan həcmi də eyni olur, molekul da eyni olur. Deməli, həcmləri bir-birinə bərabər olacaq. A variantı. 27-ci sual. Qazlar üçün doğru ifadələri göstərin. Molekullar arasında cazibə qüvvəsi çox azdır. Bəli, qazlarda molekullar bir-birinə uzaqlaşır. Orada deməli sıxlıq da azalır, cazibə qüvvəsi də azalır. Doğrudur. Dəşikdə daha çoxdur. Molekulların ölçüləri onların arasındakı məsafədən çox kiçikdir. Bəli, molekulların ölçüləri onların arasındakı məsafədən. Məsəl üçün, bu molekullarda hərəsi bir tərəfdə. Onların arasındakı məsafə budur. Əlbəttə ki, o məsafədən həmin o molekulun ölçüsü daha kiçik olur, çox kiçik olur. İkinci doğrudur. Molekuldakı atomlar arasında yalnız polyar kovalent rabitə var. Artıq bu yanlışdır. Polyar da ola bilər, qeyri-polyar kovalent rabitə də ola bilər. Ona görə yalnız polyar dediyinə görə üçüncü yanlışdır. Doğru cavab 1-2 C variantı. 28-ci sualda deyir, qazlar üçün doğru ifadələri müəyyən edin. Molekulların ölçüləri onların arasındakı məsafədən çox kiçikdir. Bu bayaqki ifadədir, doğrudur. Molekuldakı atomlar arasında yalnız polyar kovalent rabitə var, yanlışdır. Həm polyar, həm də qeyri-polyar var dedik. Molekullar arasında cazibə qüvvəsi çox azdır. Bəli, azdır. Ona görə götürəcək. Çünki uzaqdır bir-birindən, cazibə qüvvəsi azdır. Bayaqki sualda da elə yerini dəyişiblər. Doğru cavab 1-3 A variantı. 29-cu sual. Normal şəraitdə 22,4 litr oksigen 23,4 litr hidrogendən neçə dəfə ağırdır? Deməli, 22,4 litr oksigen, 22,4 litr hidrogen, yəni 1 mol oksigen, 1 mol hidrogendən neçə dəfə ağırdır? Elə bunların 1 molların bölək də bir-birlərinə. Deməli, oksigen 32 qram, hidrogen 2 qram. Oksigen 2-yə böləndə 16 qram. 16 dəfə ağırdır. B variantı. Yəni, ola bilər ki, birin 23,4 verər, birin 44,8 verər, molla çevirərik, mollarına vurub bölərik də, yəni. Tutam desəydi 44,8 litr oksigen bu qədər hidrogendən, deyərdik bu 2 moldu, bu 1. Bu 1 moldu, 2-ni vurardıq, 32-yə bölərdik, 1 vurulsun 2-yə. Amma indi hərəsi 1 mol olduğuna görə elə mollar kütlələrini böldük bir-birinə. 30-da deyir, tərkibində eyni mol sayda CH4, azot, bir də CO2 olan qarışıqda CO2-nin kütlə payını hesablayın. Deməli, yazaq ki, CH4, N2, CO2 bizə eyni mol sayda dediyinə görə hər birini x mol götürür. Burada deyir ki, CO2-nin kütlə payını hesablayın. Deməli, hər birinin qarşısına kütlələrini yazsaq, emirlərin vuracaq mollarına 16x budur, 28x budur, 44x də budur. CO2-nin kütlə payını deyir hesablayın. CO2-nin kütləsini yazırıq sürətdə 44x. Məxrəci qarışığın ümumi kütləsini. Qarışığın da ümumi kütləsi elə burada toplayaq. 16 ilə 44, 60, üstünə də 28, 88. Deməli, məxrəci də 88x, yəni 44x CO2-nin kütləsi. Ümumi qarışığın kütləsinin, yəni 88x-in neçə faizini təşkil vururuq? 100%. Buradan da gedəndə 2, 100-ü də 2-yə böləndə olacaq 50%. Doğru cavab olacaq 50% Y variantı. 31-ci sual. Tərkibində eyni mol sayda hidrogen, azot və NO olan qarışıqda NO-nun kütlə payını hesablayın. Eyni qaydada. Artıq həmin sualdan olduğuna görə bunu izah eləmirəm. Eyni formada yaza bilərsiniz. Hər birini x mol götürür, yenə də yazırıq. 32-ci sualda deyir, hidrogen və xlor qazlarını hansı həcm nisbətində götürmək lazımdır ki, onların molekullarının say nisbəti 2 bölünsün, 7 kimi olsun. Həcmdir, moldur, molekuldur. Bunlar bir-birindən eyni, bərabərdir, yəni eyni ölçüdür. Əgər bunun molekulun sayı 2-nin 7-yədirsə, həcm nisbəti də 2-nin 7-yə, mol nisbəti 2-nin 7-yə olmalıdır. Doğru cavab A variantı. 33-də deyir, normal şəraitdə hidrogen və azot qazlarını hansı həcm nisbətinə götürmək lazımdır ki, kütlələri bərabər olsun. Deməli, hidrogen və azot qazlarını deyir, hidrogen və azot kütlələrin bir dənə qeyd edək. 2 qram budur, qırmızı ilə bir dənə qeyd edeyim, 2 qram budur, 28 qram budur. İndi hansı həcm nisbətinə götürmək lazımdır? Bunlardan neçə mol götürək ki, bunların kütlələri bərabər olsun. Gəlin hər ikisinin kütləsini 28-ə gətirək. 28, 28.
Hidrogendən mən neçə mol götürsəm, onun biri 2 qramdır. Neçə mol götürsəm 28 qram eləyər. 28-i bölürəm 2-yə 14 mol. Bəs azotdan 28 qram olması üçün özü də 28. Neçə mol götürərəm? Əlbəttə ki 1 mol. Deməli, burada elə nisbətimiz olacaq 14 bölünsün 1. Yəni C variantı. 34-cü sual. X və Y maddələrinin molyar kütlələri arasındakı münasibət hansı halda doğrudur? Deməli, burada baxırıq ki, n mol, bu moldur da, n molun üzərində elə biz bunlar molyar kütlələri müqayisə edə bilərik. Bu n mol istəyir 1 olsun, istəyir 2 olsun, nə olur olsun, eyni mol miqdarında nə görsə biz onları molyar kütləsi ilə eynidir də, yəni münasibət. 1 molu bir-birindən 2 dəfə fərqlənirsə, bunların 2 molları da bir-birindən 2 dəfə fərqlənər, 3 molları da 2 dəfə fərqlənər. Yəni bunun fərqi yoxdur. Elə n mol üzərindən gedirik. İndi düşünün ki, elə x-in molyar kütləsi 60-dır, y-də 20-dir, məsəl üçün deyirəm. Onda biz bunu bərabər eləmək üçün nə edirik? 20-ni də 3-ə vursa 60-a bərabər olarmı? Olar. Yəni y 3-ə vursa 3y bərabər olar x-ə. 3y bərabərdir x. Yəni x bərabərdir 3y, C variantı. 35-də də sıxlıq deyir. Sıxlıqda elə molyar kütlə ilə eyni müqayisə olunur. Yenə həminki kimi. Bərabərləşdirsək bunları. 8-i 32 eləmək üçün 4-ə vurarıq. Yəni x bərabərdir 4y. Rho x bərabərdir 4 rho y. C variantı. 36-da da eyni molun üzərindədir yenə. Elə bunların molyar kütlələrini müqayisə eləsək, bunu molyar kütlə kimi görə bilərik hal-hazırda. 60 40-dan böyükdür, o da 20-dən. Yəni x y-dən böyükdür, o da z-dən. Doğru cavab A variantı. 37-ci sual. Normal şəraitdə sıxlığı rho olan qazın 1 molekulun kütləsi neçə qramdır? Gəlin bu qazın bir dənə molyar kütləsini tapaq. Deməli, m bərabərdir rho v. Deməli, m bərabərdir. Rho'muz elə rho'dur. Düsturda da elə iştirak edir, elə cavablarda da. Amma qazdırsa, söhbət qazdan gedirsə, həcmi 22/4-dür. Deməli, m bərabərdir 22/4 rho. İndi normalda, yəni bu molyar kütlədir tapdığımız. Bu düsturla ki, nə vaxt ki tapırsınız, m bərabərdir rho v düsturu ilə qazların kütləsini, həmin o kütlə molyar kütlədir. Onu yadda saxlayın. M-dir, belə deyək. İndi axı buna nə qədər molekul uyğundur? Normalda, yəni M-ə uyğun gələn molekul nə qədərdir? Na qədər, yəni 6 müzdəki vurulsun 10-23. Onda tənasüb belə quruq ki, Na qədər molekula 22/4 rho qədər kütlə uyğundursa, indi 1 molekulunu deyir. Elə konkret bir rəqəmi yazırıq. 1-ə də x. Tənasüb belə quruq. Buradan x bərabər olacaq 22/4 rho bölünsün Na. 22/4 rho bölünsün Na. Doğru cavab olacaq D variantı. Ümumiyyətlə, yadda saxlayın ki, istənilən bir maddənin, tutalım bir dənə burada yazıram CO2. CO2-nin də molyar kütləsi 44-dür. Deyəndə CO2-nin 1 molekulunun kütləsi nə qədərdir? Cavabımız olacaq 44 bölünsün Na. Çünki orada da tənasüb qurarıq ki, Na-ya 44-dür. 1-ə x, o da 44 bölünsün Na. Yəni, istənilən bir maddənin qazının 1 molekulunun kütləsini tapanda nə edirik? Onun molyar kütləsini bölürük Na-nın qiymətinə. 2 molekulunun deyəndə 2-ni vurub 44-ə bölərik Na-ya. İndi bu, məsəl üçün, növbəti sualda onu soruşacaq. Bir də 38-ə baxaq. Yəqin ki, oradaydı. Deməli, dalbadal gəlir. Burada da 2 molekulun kütləsi neçə qramdır deyir. Yenə bu, deməli, m bərabərdir rho v, yəni 22/4 rhodur. Yəni Na-ya 22/4 rhodursa, 2 molekulun deyəndə 2x. Yəni 2-ni vuracaq buna. Yəni 44/8 rho bölünsün Na olacaq. Cavabımız olacaq A variantı. 39-cu sual. Normal şəraitdə propanın sıxlığı metanın sıxlığından neçə dəfə çoxdur? Deməli, propanın sıxlığı metanın sıxlığından. Biz burada, yəni mən dedim ki, sıxlığı müqayisə eləyəndə sıxlığı ondan neçə dəfə çoxdur, neçə dəfə azdır. Biz molyar kütləsi ilə gedirik. Çünki bunların həcmləri bərabərdir. Yəni bir sözlə 44-ü 39-cu sualda 44-ü böləcəyik 16-ya. 44-ü də 16-ya böləndə bir dənə bölək deyək. Bir dəqiqə, deməli 44 bölünsün 16 eləyəcək ki, tam %75. Doğru cavab olacaq A variantı. Yəni, bunların məxrəclərinə V-ləri yazsaq belə, böləndə o V-lər gedir. Yazmağa mənası yoxdur. İndi yenə normal şəraitdə propan sıxlığı hidrogen sıxlığından neçə dəfə çoxdur? Deməli, 40-cı sualda propan 44-dür. Hidrogenda H2-dən söhbət gedir. H-dan yox.
Çoxla şagirdlər burada hidrogen deyəndə elə H1 götürür kütləni. H2, o da 2 qramdır. Oksigen deyəndə O yox, O2. Azot deyəndə N yox, N2. Yəni çox vaxt səhv edirlər bu hissələrində. 44-ü 2-yə böləndə 22 alacağıq buradan. D variantı. 41-ci sual. Bərabər həcmə malik birinci və ikinci qablarda eyni şəraitdə olan qazların kütlələri bərabərdir. X qazının molyar kütləsini hesablayın. Deməli, bərabər həcmə malikdir. Həqiqətən, bir dənə baxın, toplayanda 1,5, 1,5, 3 mol eləyir. 3 mol da budur. Həcmləri bərabərdir, bunu bildik. Hətta kütlələri də bərabərdir. Bunları kütlələri, yəni ortada hesablasaq bərabər olmalıdır. Sağ tərəfdə hesablaya bilərik hal-hazırda, maddəmiz məlumdur. 3-ü vururuq. CH4-ün emerinə 16-ya. 48 qram sağda var. Deməli, 48-də solda olmalıdır. Gəlin bu maddələrin molların emirlərinə vuraq, toplayaq. Onun cəmi 48 olmalıdır. 1,5-i vuraq C2H6-nın emerinə. C2H6-nın emiri 30-dur. Üstündə yazıram. 30. Deməli, 1,5-i sualın nömrəsini qeyd edək. Deməli, 1,5-i 30-a vuruq. Üzərinə 1,5 vurulsun x gəlsək, cəmi 48 olmalıdır. Qarşının kütləsi çünki sağla sol eynidir. 1,5 30-a vuranda 45, üstə gəl 1,5x bərabərdir 48. Buradan 1,5x bərabərdir 3-ə, x də bərabərdir 2-yə. Deməli, qazın kütləsi 2-ymiş D variantı. 42-ci sual. Hansı maddənin 1 litrinin kütləsi daha azdır? 1 litri desin, 1 mol desin, fərq yoxdur. Elə emeri az olan azdır. Bərabər həcmdə. Həcmləri bərabər düşünün ki, hamısı 1 mol kimi düşünün. Yarım mol kimi düşünün. Hamısının kütləsi çox olan çoxdur, az olan da azdır. Burada az kütləli olan hidrogen azdır dediyinə görə C variantını götürürük. İndi 1 litrin kütləsi daha çoxdur. İndi molyar kütləsi ən böyük olanı götürəcək burada da. CO2-dir 44 kütləsi. Qalan variantda 44-dən aşağı edir. Sonra 44-cü sualda deyir, 2,124 litr hidrogen ilə 2,8 qram azotdan ibarət qaz qarşısındakı hidrogen qazının mol payını hesablayın. Deməli, biri var mol payı, buna həcm payı da deyirik. Eyni şeydir, həcm payı deyəndə, mol payı deyəndə də. Elə ikisində də molla işləsəz, ya da litrlə işləsəz, eyni cavab alarsınız. Bir də var kütlə payı. Kütlə payı deyəndə artıq kütlə deyirsə, qramla işləmək lazımdır. Hər ikisi vahidi qramla olmalıdır. İndi bizə mol pay dediyinə görə, birinci litri də mola çevirəcəyik. İkinci qramı da mola çeviririk, molla işləyirik. Hər ikisi litrlə olsa da mol payı ilə cavab eyni olur. Sadəcə mol payı deyir. Ümumiyyətlə, mən məsləhət görürəm ki, həcm birində də mola gətirin. Molla işləməyə hesablama daha rahat olur. Deməli, 2,124 litr hidrogen neçə moldur? Deməli, 2,24-ü bölürük 22,4-ə, yəni 0,1 mol. Bu qədər nə var? Hidrogen. Eyni qaydada 2,8-də bölək N2-nin emerinə 28-ə. Bu da 0,1 mol. Bu da azot. Hər ikisi 0,1 moldur. İndi hidrogen qazın mol payı. Fi, hidrogen, həcm payını elə fi-ni işarə edin, mol payı elə fi yazaq. Heç fi-ni yazmayan fərqi yoxdur. Hidrogenin həcmini yazırıq sürətdə 0,1. Məxrəcdə həcmlərin cəmin. Vurulsun 100%. Məxrəc 0,2 eləyəndə bu da 50% eləyəcək. 50. B variantı. 45-də də hər ikisini qramdan verib yenə mol payı deyir. Nə etməliyik? Qramlara ilk öncə mola çevirməliyik. 3 qram hidrogen. 3-ü bölürük 2-yə 1,5 mol hidrogendir. Sonra 22-ni də bölürük CO2 emerinə, yəni 44-də 0,5 mol da CO2-dir. Burada indi hidrogen həcm payını tapsaq, fi hidrogen. Birini tapsaq, digərinə biləcək. 100-dən çıxanda həmin onun payısını digərinə biləcək. Deməli, fi hidrogen bərabərdir. Sürətli hidrogenin molu 1,5, məxrəci ümumi molların cəmi 1,5 ilə 0,5, yəni 2 mol, vurulsun 100-ə. Bu da eləyəcək 75%. Əgər hidrogen 75%-dirsə, cəmi 100% olur da, ümumi qarışıq. 100-dən də çıxırıq 75-in, 25% də olacaq burada CO2. 75-25 cavab olacaq Y variantı. Deməli, 46-cı sualda bu dəfə kütlə payı deyir. Kütlə payı deyəndə, indi də hər ikisini qramla ifadə edəcək. Yəni, diqqətli olun da, baxın, görün hansı faiz istəyir. Kütlə payını qramla. 5,6 litr CH4 neçə qramdır, onu tapaq. Tənasüblə də tapa bilərsiniz ki, 22,4 litr 16 qramdır, 5,6 litr neçə qramdır. Və yaxud litri ilk öncə mola çevirib, sonradan qrama çevirərsiniz.
Yəni 22.4-ə bölüb mola çeviririk, sonra da emirdən vurarıq. Fərqi yoxdur ki, mən necə uyğunsa. Mən elə hal-hazırda tənasüblə baxıram, burada daha tez çıxır cavab. 5.6 litrə 16 qramdırsa, 22 daha doğrusu üzrü sayın. 22.4-ə, yəni özünün emerinə uyğun gələn həcm 22.4-dür. Buna 16 qramdırsa, 5.6 litrdə axtarırıq ki, buna neçə qramdır. Bu da eləyəcək 4-ə bölmüşük. 4 qram. 4 qram CH4-ümüz var. İndi eyni qaydada oksigeni yazaq. 22.4 litr oksigen əgər 32 qramdırsa, 11,2 litr oksigen neçə qramdır? Bu da eləyəcək 16 qram oksigen. Deməli 4 qram metan var, 16 qram oksigen var. İndi burada hər ikisinin kütlə payını. Birinci ilə metanı yazsaq, kütlə payı bu dəfə omega yazırıq. Omega metan bərabər sürətdə metan kütləsi 4 tapdıq. Məxrəcə ümumi qarışığın cəmi 4-16-ın cəmi vurulsun 100%. 4-ü bölürük 20-yə vururuq 100-ə. Bu da eləyəcək elə 20%. Əgər metan 20% isə 100-dən 20-ni çıxanda 80% olacaq oksigen. 20-80 Y variantı. Bir dəqiqə. 47-ci sual. Bu dəfə də kütlə ilə veririk qramla. Amma bizdən mol payı istəyir. Deməli, qramları mola çevirək. 4-ü bölürük 16-ya. 0,125 mol CH4 eləyəcək metan. 17-ni də bölür özünün emiri 17, yəni 1 mol. 1 mol da NH3. İndi mol payın fi CH4 bərabərdir. 0,125-i bölək 0,125 ilə 1-in cəminə elə 1,25-ə vuraq 100-ə. Buradan 100-ə vursaq sürətin məxrəci, ixtisar gedəndə məxrəci 5, bu da eləyəcək 105-ə 20. 20% bu elədir. 20% budursa, 100-dən 20-ni çıxanda metan 20%. Bu da eləyəcək 80% da eləyəcək NH3 amonyak. 20-80. 20-80 C variantı. 48-ci sual. Tərkibində eyni mol miqdarda asetilen, metan və etilen olan qaz qarışığının kütləsi 210 qramdırsa, qarışığın həcmi neçə litr olar? Deməli, tərkibində eyni mol sayda asetilen CH2, metan CH4 və etilen CH4. Yəni eyni mol hər birinin x mol, x mol, x mol götürək. İndi qarışığın kütləsi 210-dur. Hər biri molların vuraq emerinə toplayaq. Ondan sonra 210-a bərabər eləyək. Deməli, birincinin emeri 26-dır. 26x, o birisi 16-dır. 16x, digəri 28. 28x bərabərdir 210-a. Toplayanda görək neçə eləyəcək? 40, 54, 60, 72x. 72x bərabərdir 210-a, x də bərabərdir 3-ə. X-i tapdıq 3. İndi yəni hər biri 3 moldur. 3 mol budur, 3 mol budur, 3 mol da budur. İndi bizə deyir ki, qaz qarışığının həcmi neçə litr olar? Gəlin bir də mollarını toplayaq. Molların cəmi 9 mol eləyəcək. 1 mol 22,4-dürsə 9 molda 9 vurulsun 22,4 litr. 9-u da 22,4-ə bir dənə vuraq. Bir dəqiqə vurun. 9 vurulsun 22,4. 201,6 eləyəcək cavabımız. C variantı. İndi eyni ilə 49-da həmin sualdandır. Təkrar onu yazmıram. Bu dəfə də metan CH4-dür, oksigen O2-dir. Digər də kürd dioksiddə SO2-dir. Hər birinin x-ə vururuq. 16x, 32x, 64x cəmləri 224-dür. Buradan x-i tapırıq. Hər biri molları eynidir. Toplayırıq. Sonra da 22,4-ə vururuq həmin qayda. 50-ci sual. Normal şəraitdə bərabər həcmdə götürülmüş azot və karbon qazından ibarət qaz qarışığının helyuma görə nisbi sıxlığını hesablayın. Deməli, azot N2 və karbon qazı CO2 bərabər həcmdə götürülmüş x mol, x mol. Həcm deyəndə elə molla işləyəcək. Normalda həcm, yəni normal şərtdə litrdir o heç. Amma həcmləri bərabər deməli molları da bərabər. Biz də molla yazırıq. İndi deyir, karbon qazından ibarət qaz qarışığının helyuma görə nisbi sıxlığını hesablayın. Deməli, mən ilk öncə onu deyim ki, bax, sizə deyəndə ki, yəni ən azı 2 dənə maddə verir. Axırda deyəndə ki, qarışığın ya helyuma görə nisbi sıxlığın, ya hidrogenə, ya havaya nəyəsə görə nisbi sıxlığın istəyirsə, burada mütləq siz bu qarışığın ilk öncə M ortasını hesablayırsınız.
Sonra alınan cavabın M ortanın nisbi sıxlığı nəyə görə deyirsə, həmin o qaza görə nisbi sıxlığını tapırsınız. Burada M ortanın adını çəkmir. Sadəcə bunu siz bilin ki, qaz qarışığının nisbi sıxlığını tapmaq üçün M ortanın nisbi sıxlığı tapılır. Bunların M ortasını hesablayacaq. M orta bərabərdir. Bir dəqiqə, M orta bərabərdir. Qara ilə yazaq elə. M ortanın düsturunu bilirik də. Deməli, nü1 M1 üstəgəl nü2 M2, məxrəcdə nü1 üstəgəl nü2. Yəni hər bir molun emirlərinə vururuq. 28x, 44x vurduq. Məxrəcdə x üstəgəl x. Yəni məxrəc 2x belə deyil. 28 ilə 44-ün də cəmi 72, 72 ilə 2, 36 eləyəcək. X-lər gedir burada. Cavab oldu 36. M ortanın qiymətidir bu hələ. İndi bizdən nə istəyir? Onun helyuma görə nisbi sıxlığını soruşur. Deməli, biz də burada nə edəcəyik? D helyum bərabərdir. 36-nın da helyuma görə nisbi sıxlığı 4-ə bölünmüşü eləyəcək. 9. Y variantı. 51-də yazaq. Əslində eyni tipli sualdır. Bu da hidrogen deyil. Azot və oksigen N2O2 eyni həcmdə deyirsə X, X. Yenə nə edəcəyik? M ortanı hesablayırıq. 28x, 32x. Məxrəcdə də 2x molların cəmi. 62, bu eləyəcək 30. X-lər gedir. Deməli, helyuma görə nisbi sıxlığı da D helyum bərabərdir. 30 da böləcək helyum. Bu dəfə helyum demir, daha doğrusu hidrogen deyir. DH2. 30 da böləcək hidrogenə görə nisbi sıxlığı 2-yə. Bu da eləyəcək 15. B variantı. 52-ci sualda deyir, sıxlığı 2,5 qram bölünsün litr olan qazın 14 qramındakı moleküllərin sayını hesablayın. Deməli, bizə sıxlığın verib, rho bərabərdir 2,5. Həmin o qazın 14 qramdakı molekul sayını. Biz sıxlığın veribsə, qazın tez həcmini də qeyd edirik ki, 22,4 litrdir və buradan M bərabərdir rho V düsturuna molyar kütləsini tapırıq. Və tapdığımız kütlə molyar kütlə, MR olacaq yəni. 2,5-i 22,4-ə vururuq. 56 qram alırıq buradan. Deməli, bu qazın molyar kütləsi 56 qramdır. İndi 14 qramda molekul sayına qədər də hesablayaq. Biz bilirik ki, normalda molyar kütləyə uyğun gələn molekul Na 6,2 vurulsun 10 üstü 20 üstü. Yəni Na qədərdir. Belə bir tənasüb quruq ki, 56 qrama 6,2 vurulsun 10 üstü 23 molekul uyğun gəlir. Bəs 14 qrama nə qədərdir? X. Bunu hesablayırıq. X də buradan eləyəcək, deməli. 4-ə bölünmüşü. 4-ə böləndə 1,505 vurulsun 10 üstü 23. Doğru cavab olacaq Y variantı. Deməli, 53-də də bunun əksidir. Yenə sıxlığı verib 2,5. Dedik, həcm də 22,4-dür. Buradan M bərabərdir rho V. Yəni 2,5-i vuruq 22,4-də. Alırıq buradan 56 qram. İndi bizə deyir 1,505 vurulsun 23 sayda molekulun kütləsi neçə qramdır? Bizə deyir ki, normalda 56 qramdır və buna uyğun gələn molekulda 6,2 vurulsun 23-dür. Belə bir tənasüb quruq ki, 6,2 vurulsun 23 molekula 56 qram uyğun gəlirsə, 1,505 vurulsun 13-ə nə qədər uyğun gələr kütlə? X. Buradan ixtisar gedən 4 qalır, 56-ın 4-də 14 alırıq. Bayaq 14-ü vermişdi, bunu tapmışdıq bu ədədi. İndi bu ədədi verib 14-ü tapdıq. Doğru cavab olacaq B variantı. 54-cü sual. Deməli, maddələr CO-dur, bir də C2H2-dir. Atomların sayı AA. Normalda gəlin bunların atomlarını yazaq qarşısında. CO-da bir karbon, bir oksigen, 2 atom var. İndekslərini toplayırıq da. C2H2-də isə 2 karbon, 2 hidrogen, 4 atom var. İndi AA, yəni bərabər götürülüb. Gəlin bunu biz də bərabər götürək. Məsəl üçün, hər ikisini götürək 4-4. 4-4 götürəndə mən CO-dan gərək 2 mol götürüm. Çünki bunun birində 2 atom varsa, ikisində 4 atom eləyər. Amma C2H2-də onsuz da 4 idi. Ondan elə birini götürmək kifayət eləyir. Və götürdüyümüz mol miqdarlara nisbət şəklində yazırıq. Neçənin neçəyə nisbətinə götürdük? 2-nin 1-ə uyğun olaraq. 2-nin 1-ə. Doğru cavab olacaq Y variantı. Birinci şey yox, yəni arıcılığı pozmayın. Birinci CO-nu soruşur, sonra C2H2-ni. 2-nin 1-ə Y variantı. Eyni 55-ci sualda da CO2-də deməli neçə atom var? 3 atom var.
C2H4'də isə 6 atom var. Yenə biz bunu AA, yəni ipucu budur ki, AA bərabər götürmək lazımdır. Yəni hər ikisinin 6-6 məsəl üçün 6-6 deyirəm. Bəlkə hər ikisinin 12-12. Yenə də orada nisbət qoyacağınız rəqəmlər ixtisar gedəndən sonra, yenə mənim qoyduğum, bayaq aldığım var sizdə. Çünki biz burada nisbət deyəndə ixtisar olmuş halı götürürüm. Mən də minimumdan gedirəm də. Yəni ən bərabər tam ədəd 6 eləyə bilərik, ən kiçik. İndi 6-6 götürsək 2 mol CO2 götürərik 6 olsun deyək, 2 dəfə 3-ün 6 eləyir. 1 mol C2H4. Deməli 2-nin 1-ə. A variantı. (56-cı sual). Hər üç qaba CO qazı əlavə etsək, hansı qablarda alınan qaz qarışımının orta molyar kütləsi CO-nun molyar kütləsinə bərabər olar? Deməli, biz burada baxırıq ki, CO-nun molyar kütləsi 28-dir. Üzərinə yazıram 28. Yəni, emeri 28-dir. Bunların da molyar kütlərini yazaq. 28 budur, 32 budur, 16 budur. İndi bizə deyir ki, hər üç qaba CO qazı əlavə etsək, hansı qablarda alınan qaz qarışımının orta molyar kütləsi CO-nun molyar kütləsinə bərabər olar? Deməli, 28 olan qabı götürməliyik də biz. 28-i ancaq 28 gəlsə, o axırda alınan emortanın qiyməti elə 28 olar. 32-nin üzərinə 28 gələndə alınmaz axı heç vaxtı. 28, 16-nın üzərinə 28-lik qaz gəlsə alınmaz axı. Deməli, biz burada cavab yalnız 1 olacaq, C variantı. 28 olan qazlardan emorta çıxarsaq, cavab yenə 28 alınır burada. 57-də də yenə CO 28-dir. Bunları da bir dənə qeyd edək. 32, 16. İndi deyir ki, 28 olan hər üç qaba, yəni CO qazı əlavə etsək, hamısını düşün ki, üzərinə 28 gəlir. Hansı qablarda sıxlıq dəyişər? Bu dəfə də 2 ilə 3-ü götürəcəyik. Çünki 28-in üstünə gəlsəydi, N2 olan qaba gələndə dəyişmir. Çünki axırda yenə emortanın 28 alırıq. Amma 32 olan qaba gəlsə azalar. 32 idi, bayaqda indi üzərinə kiçik kütlə gələndə azalacaq. CH4 16 idi, üzərinə özündən böyük ədəd gəlir. 28 gəlirsə artacaq 12. Amma birincidə dəyişməz. Dəyişər deyirsə 2 ilə 3-ü götürürük. 58-ci sualda deyir, sıxlığı metan qazının sıxlığından, metanın sıxlığından 2 dəfə çox olan qazın 9,6 qram həcmini hesablayın. Bayaq da qeyd edim, sıxlıq deyəndə onsuz da bu qazların həcmləri eynidir. Siz elə molyar kütlə ilə gedəcəksiniz. Molyar kütlə müqayisəsini necəsə sıxlıq da elədir. İndi deyəndə sıxlığı metan sıxlığına 2 dəfə çox, metanın kütləsi 16-dır. Biz də deyək ki, deməli, bunun kütləsi də metanın kütləsindən 2 dəfə çoxdur. Metan 16-dırsa, 16-nı vuruq 2. 32 qramdır qazın kütləsi. İndi o qazın kütləsi 32-dirsə, 32 olanda bunun tutduğu həcm 22,4 litr olur. Bəs 9,6 qram neçə litrdir? Belə bir tənasüb quruq ki, bu qaz normalda 32 qramdır. Emerit də bu bunun molyar kütləsidir. Buna uyğun gələn həcm 22,4 litrdir. Bəs bu 9,6 qram olsa nə qədər olar? 2. 0,3-ə vuranda 6,172 eləyəcək. Deməli, A variantı. 59-cu sualda deyir, CH2O və C2H6 qarışığına normal şəraitdə hansı qazı əlavə etdikdə qarışığın sıxlığı dəyişməz. Deməli, gəlin bunların emirlərini hesablayaq. CH2O olacaq necə? 14, 16, 30. C2H6 da 30. Bunların hər ikisinin emiri 30-dur. Variantlarda da 30, 28, 14, 28-dən 16, 44, 44, 32, 14, 46. Belə. İndi bizə deyir ki, əgər bizim CH2O da 30-dursa, C2H6 da 30-dursa, qarşılığımızda hər ikisi 30-dursa, bunların emortası 30 çıxır. İndi orada hansı qazı əlavə etdikdə, yəni 30-dan yuxarı qazı əlavə eləsək, qarşının sıxlığı artacaq. 30-dan aşağını əlavə eləsək, azalacaq. 30-a bərabər əlavə eləsək, dəyişməyəcək. Bizə dəyişməz dediyinə görə cavabımız olacaq A variantı. Çünki A-da da 30 olan qaz. İndi 60-cı sualda da, yenə bu sualdan da yenə dəyişməz deyil. NO-nun özünün emeri ilə 30-dur. Üstünə yazıram 30. C2H6 da 30-dur. İndi buraların silək qarışıqlığı yaranmasın. 30, 30. İndi variantlarda da yenə deyir ki, hansını əlavə eləyək ki, dəyişməsin. Deməli, biz yenə 30 olan qaz axtarmalıyıq. 30 olan qaz da burada olacaq D variantı. Çünki bayaq hesaplamışdıq bunu öncəki sualda. 61-ci sual. Qazlar X, Y, Z. Kütlələrdə M. Sıxlıqları və molekulların sayını cədvəldə qeyd edib. Demək, sıxlığın müqayisəsini verir bizə. Deyir, ρ1 böyükdür ρ2-dən, o da ρ3-dən.
Mən bayaq da dedim ki, bayaqdan bir neçə sualla qeyd etmişəm ki, qazların sıxlığın müqayisəsi elə onun molyar kütlələrinin müqayisəsidir. Çünki onların həcmləri bərabər olur qazların. Əgər ρ1, yəni x-in qarşısında durur da, yəni x-in sıxlığı ρ2-dən, yəni y-dən böyükdürsə, o da z-dən böyükdürsə, deməli x-in molyar kütləsi mən kənarda yazıram. Deməli qeyd edirəm ki, molyar kütlə x böyükdür molyar kütlə y-dən, o da böyükdür molyar kütləsi olan z-dən. Belə bir müqayisə edə bilərik. Bunlar bir-birindən böyükdür get-gedə. Ən böyük yəni x-dir, ən kiçik z-dir. İndi axı kütlə m bərabər götürülür. Deməli bərabər kütlədə götürəndə molyar kütləsi az olandan çoxlu götürülür, çox olandan az götürülür. Məsəl üçün nümunə qoyaq. Tutalım daha yaxşı başa düşmək üçün. Məsəl üçün x-in molyar kütləsi 64-dür. O böyükdür y-dən, 32-dən. O da böyükdür z-dən, z-də 16-dır. Məsəl üçün, bax, x-in qarşısını yazıram. 64, bununki 32, bu da 16. Yəni, rolara uyğun emirlərim qeyd elədik. İndi biz hamısını hamısını düşünün ki, 64 götürmüşük. Onda x-dən neçəsini götürərik? Elə 1-in. Bax, m1-in qabağında yazıram onu. Çünki neçəsini götürsək molekulda ondan. 1 mol götürsək 1 ENA, 3 götürsək 3 ENA, belə. Deməli, bu oldu 1 dənə ENA. 32 olan y deməli 32-dir. Bunu 64 qram götürsək bu y. Neçə y götürmüş olaraq? 2 mol y. Deməli, 2 ENA. 16 qram olandan 64 qram götürmüşüksə, bu 16 neçəyə vuranda 64 edir? 4-ə. Bu da olacaq 4 ENA. Deməli, hal-hazırda artıq enlərin qiymətlərini müqayisə edə bilərik. Deməli, burada ən böyük 4 ENA N3-dür. İndi bir dənə nəyə fikir verdik? Mən bayaq dediyim. Mən bunu hər dəfə yerinə ədəd qoyub yazmalı deyiləm. Yəni, siz də belə yazmalı deyilsiniz. Bunu tam xırdalığına kimi izah eləmək məqsədlə yazdım ki, yəni bilin ki, bir dəfəlik. Burada x-in kütləsi görürsünüz 64 ən böyükdür. Burada z-in kütləsi ən aşağı idi. Amma z-in qarşısında aldığımız 4 ENA ən böyük oldu. X-in qarşısında aldığımız sadəcə ENA ən kiçik oldu. Deməli, bərabər kütlədə götürəndə molyar kütləsi az olandan çox götürülür. Məsələn, z az idi, çox götürüldü. Çox olandan az götürülür. Yəni, hamısını 64 götürəndə x-dən böyük idi. Bir dənəsini götürmək kifayət elədi. Amma z kiçik idi, ondan çoxlu götürdük ki, 64-ə çatdıraq. Bir sözdən əksinə olacaq, yəni. İndi burada N3 böyük olacaq. N2-dən, o da N1-dən. 3, 2, 1 Y variantı. Artıq 62-də, yəni biz bunu tez şəkildə deyə bilərik. İndi R-nun istiqamətini bu üzə yazıb. R3 böyükdür, R2, R1. 3, 2-dən, o da 1-dən böyüksə, onda N1, N2-dən, o da N3-dən böyük olacaq. N1, N2-dən, o da N3-dən. C variantı. Artıq onu biz bayaq dedik, həmin şeydə. Yəni, əksinə götürürük. R-la M eyni olduğuna görə, eyni də M-lə əlaqələndiririk. 63-cü sual. Qazın sıxılma prosesi üçün hansı ifadələr doğru deyil? Deməli, yuxarıdan təzyiq göstəriblər, sıxılıblar qazı. İndi görək hansı ifadə yanlışdır burada. Deyir, sıxlıq azalır. Yəni, sıxılma prosesi baş verir də burada. Yəni, sıxlıq get-gedə artır, sıxdır. Yanlışdır. Elə səhvin biri 1 götürürük, səhvləri istəyir bizdən. Kütlə azalır. Kütlə niyə dəyişsin ki burada? Nə azalır, nə artır? Kütlə dəyişmir. Bir maddə çıxarılmayıb, maddə əlavə olmayıb, sadəcə sıxılır. O da yanlışdır. Mol miqdarı dəyişmir, bəli. Mol miqdardır, həcmdir, belə deyək, molekul sayıdır, bunlar dəyişmir. Doğrudur. 1-2 səhvdir, A variantı. Bu dəfə doğrunu soruşur. Sıxlıq artır, doğru olacaq. Çünki həqiqətən get-gedə sıxlıq artır. Kütlə azalır, yanlışdır, kütlə dəyişmir. Mol miqdarı azalır, yanlışdır, dəyişmir. Doğru cavab Y variantı. 65-ci sualda bizə deyir ki, X havadan yüngüldür, Y deməli havadan ağırdır, cədvəldən görürük. Z də havadan yüngüldür, T də havadan ağırdır. Deyir, bir-birdən reaksiya girməyən X, Y, Z və T qazlarından hansılarını istənilən nisbətdə qarışdırdıqda alınan qaz qarışığının orta molyar kütləsi 29-dan kiçik olar. 29-dan kiçik olsun. Deməli, belə deyək də, biz bilirik ki, hava 29-dur. Havadan yüngül deyəndə 29-dan kiçik ədəddir. Havadan ağır deyəndə 29-dan böyük ədəd olacaq da bunun kütləsi, sıxlığı.
İndi bizi hansı cütlüklər, hansı iki qazı götürək ki, alınan qaz qarşının orta molyar kütləsi havadan 29-dan deyir kiçik olar. 29-dan aşağı olması ilə özlərinin gərək kütlələri 29-dan aşağı olsun ki, aldığımız nəticə də 29-dan aşağı olsun. Çünki M-ortanı hesablayanda 2 dənə qaz götürəndə, məsələn, burada bir dənə qeyd edirəm. Tutalım CO ilə CO2. Biri 28-dir, biri 44-dür. Bunları qarışdıranda burada alınan M-orta bunların ortasına düşəcək. Deməli, M-orta olacaq 28-dən böyük, 44-dən kiçik. Aralıq qiymət var. Biz gərək yekunda 29-dan kiçik bir nəticə, M-ortanın nəticəsini kiçik almağımız üçün gərək ilk öncə götürdüyümüz qazların molyar kütlələri 29-dan aşağı olsun. Yəni bir sözlə havadan yüngül olanları götürək də 29 aşağı olanları, yəni böyük yuxarı olanlardan 29-dan yuxarı ala bilərik nəticə. Ona görə X-lə Z, C variantı. 66-da deyir ki, sıxlığı ρ1, kütləsi M1, mol miqdarı νu1 olan qaz ilə sıxlığı ρ2, kütləsi M2, mol miqdarı νu2 olan qazı sabit həcmli qapalı qabda qarışdırdılar. Qazlar bir-birinə reaksiya daxil olmursa, alınan qaz qarışığı üçün hansı ifadələr doğrudur? Deməli, qarışıqda M mol sayı ν1 üstəgəl ν2-dür. Deməli, qarışıqda molları toplaya bilərik. Molları toplaya bilirik, həcmləri toplaya bilirik, molekulları toplaya bilirik. Bəli, bir doğrudur. Sonra qarışığın kütləsi. Qarışığın da kütləsini hesablayanda kütlələrin uyğun olaraq toplayırıq. Deyirik ki, cəmi filan qədər qarışıq var. O da doğrudur. Amma qarışığın sıxlığı bu şəkildə onların ayrı-ayrı sıxlıqlarını toplayıb qarışığın sıxlığını tapa bilmərik. Qarışığın sıxlığını ayrıca sıxlığın düsturu ilə hesablayarıq orada. Yanlışdır üçüncü. Sıxlıqlar toplanmır. Mollar toplanır, kütlələr toplanır, həcm, litrlər toplanır, molekulların sayı toplanır, amma sıxlıq toplanmır. Doğru cavab 1-2 D variantı. 67-ci sual. Deməli, 67-ci sualda bizə deyir ki, CN H2N plus 2 qazının normal şəraitli sıxlığı A qramdır. Qram bölünsün litrdir. N-i müəyyən edin. Deməli, gəlin bunun molyar kütləsini yazaq. Bu molyar kütləsi 14N plus 2 eləyəcək. Hardan aldıq? Karbon 12-ni ilə vurduq 12N, hidrogen 1-i vurduq indeksinə 2N plus 2, toplayanda 14N plus 2. İndi sıxlığı deyir A-dır. Sonra deyir N-i müəyyən edin. Normalda sıxlığı M bərabərdir rho V üstünə əsasən. M bərabər olacaq rho ilə A-dır, sıxlığı A-dır. V də 22,4-dür. Olacaq 22,4 A yerinə qoyduq. Rho-nun yerinə A qoyduq. V-nin yerinə 22,4 qoyduq. Deməli, bu molyar kütləsi budur. Həm də bunun molyar kütləsi 14N plus 2-dir. Bu dairəyə aldıqlarım ikisi də bir-birinə bərabərdir. O da onun molyar kütləsini göstərir. Sadəcə yəni özünün üzərində hesabladıq. Bu da düsturla hesablayınır. Deməli, biz burada bir-birinə bərabər eləyəcəyik bunları. 14N üstəgəl 2-ni bərabər edirik 22,4 A-ya. 14 N plus 2 bərabərdir 22,4 A. Və buradan N tapmalıyıq. Əvvəlcə 14N tapaq. Deməli, buradan hər tərəfi 2 ixtisar yaparsaq 7N bərabərdir 11,2A minus 1. N də bərabərdir 11,2A minus 1 bölünsün 7. 11,2A minus 1 bölünsün 7. Cavabımız olacaq D variantı. 68-də də eyni qaydada həmin formada yaza bilərsiniz. 14N-i 23,4 A-ya bərabər eləyib oradan N tapırıq. Elə çox sadədir. Buradan necə dedik də, deməli 68-də bunun M-ləri 14N eləyəcək. O birisində də 22,4 A eləyəcək. Bərabər edirik. 14N-i 22,4 A-ya bərabər eləyib. Buradan M bərabərdir 22,4 A bölünsün 14. 2-yə də ixtisar gedəndə 11,2 A bölünsün 7. Y variantı. 69-da deyir, normal şəraitdə qazların sıxlığının onların molyar kütləsinin asılı qrafini göstərin. Qazlarda deməli sıxlıq molyar kütlə ilə düz mütənasibdir. Olacaq D variantı. 70-də də deyir ki, sabit həcmdə qazların sıxlığının onların kütləsindən istər molyar kütlə olsun, istər adi kütlə olsun, fərqi yoxdur. Yenə düz mütənasib götürəcək D variantı. 71-ci sual. Müəyyən temperaturda sabit həcmli qapalı qabda 1 mol C2H6 var. Gəlin bu C2H6-nın molyar kütləsini bir dənə tapaq. 30.
Sonra deyək ki, bu qaba 1 mol H2 əlavə edilərək birinci qaz qarşı alınır. Deməli 1 mol C2H6 var idi. Bura 1 mol da hidrogen əlavə edilir. Yazıram plus 1 mol hidrogen. Reaksiya getmir. Sadəcə plusu elə belə qoyuram ki, bunlar qarışılır o mənada. Və buradan birinci qaz qarşı alınır. Birinci. Sonra deyir ki, birinci qarışığa 1 mol CH4 əlavə edilərək ikinci qaz qarşı alınır. Sonra deyir etanın molyar kütləsi və qaz qarışıqlarının orta molyar kütlələri arasında münasibəti müəyyən edin. Cavablarda da görürsünüz ki, MCH6 ilə M orta 1, M orta 2-ni müqayisə edilir. Deməli, ilk öncə birinci qaz qarışığı deyəndə, yəni biz burada M ortasını hesablayacaq. Elə bu 1 mol CH6 ilə 1 mol hidrogen arasında M orta hesablayacaq. Yazırıq M orta 1 bərabərdir. 1-i vuraq CH6-nın emerinə 30-a, yəni 30. 1-i vuraq hidrogen emerinə 2-ə, yəni 2. Məxrəci də 1 ilə 1-in cəmi 2. Bu da eləyəcək 16. İndi bunu tapdıq. Sonra deyir ki, birinci qarışığa 1 mol hidrogen əlavə edilərək ikinci qaz qarışığı alınır. Deməli, təkrar yazıram. Mənim 1 mol C2H6. C2H6. Sonra 1 mol hidrogenim var idi qarışıqda. Hətta 1 mol da CH4 gəldi. 1 mol CH4. Bunlar gəlindən sonra ümumilikdə və bunlar ümumilikdə olub ikinci qaz qarışığı. İndi M orta 2-ni hesablayırıq. 1-i vuruq 30-a 30, 1-i 2-yə 2, 1-i 16-ya 16, məxrəci də 3. 1, 1, 1, cəmi 3. 32, 16, 48 də 3-ə bölünə, bu da 16 edir. İndi müqayisə edir. Birinci, M orta 1, 16, M orta 2 də 16. Etanın molyar kütləsi də 30. 30 böyükdür, 16'lar birbirine bərabərdir. Yəni MCH6 böyükdür, M orta 1, M orta 2 bərabərdir. Doğru cavabımız olacaq A variantı. Belə, yəni qayda budur. İlk öncə, yəni birinci M ortanı hesablayırıq, sonra üçüncü maddə gəlir, onlar arasında M orta hesablanır və etanın molyar kütləsi ilə bunlar arasında M ortalar müqayisə olunur. 72 də eyni ilə bundandır, da yazmıram. 1 mol CH4, axırda metanla, metan 16-dır. 16 ilə müqayisə eləyəcək. Digərlərinin M ortalarını hesablayırıq. Eyni qaydada yazırıq. 73-cü suala baxaq. Sualın sayı çoxdur. Yəni təkrar sualı ona görə izah eləsəm, artıq vaxt çox gedir. Deməli, 73-cü suala deyir, qaz qarışığı birinci, ikinci, üçüncü qaz qarışığıdır. Qarışığın tərkibindəki qazları da qeyd edib. Deyir, hansı qarışıqlarda oksigenin kütlə payını artırdıqda qarışığın orta molyar kütləsi azalar. Deməli, hamısını burada bir dənə molyar kütlələrini qeyd eləyək. Bir dənə üstünə azot 28, oksigendə 32. 14 2-yə 28-lə 16, 44, 32. 28, 32. Aha. İndi biz burada bizə deyir ki, hansı qarışıqlarda oksigen kütlə payını artırdıqda qarışığın orta molyar kütləsi azalar. Bir dənə qarışığa fikir verin. Məsələn, birinci qarışıqla üçüncü qarışıqda orada azot 28-dir, oksigen 32-dir. Yəni oksigen orada üstünlük təşkil edir. Yəni daha böyük kütləlidir. Birinci və üçüncü qarışıqda oksigenin miqdarının artırılması M ortanın əksinə, yəni böyük cavaba doğru getməyi göstərir. Nə qədər ki, böyük kütləlidən çoxdursa, M ortanın qiyməti də artır. Amma ikinci qarışıqda biri 44-dür, biri 32. Oksigen burada 32 kiçikdir 44-dən. Biz kiçiyin miqdarını artırsaq, M ortanın qiymətini kiçiltmiş oluruq. Bilin ki, yəni birinin emeri böyükdür, biri kiçikdir. Böyüyün miqdarını artıranda M orta da artır. Kiçiyinin miqdarını artıranda M orta azalır. Bizə azalar dediyindən görə biz ikinci qarışığı götürəcək. Yalnız ki, B variantı. 74-cü sual. Deməli, 74-cü sualda deyir, CO2 və oksigendən ibarət qaz qarışığında, deməli, CO2, bir də oksigen. Bir karbon atomuna 5 oksigen atomu düşürsə, qarışığın heliumə görə nisbi sıxlığını hesablayın. Deməli, bir karbona 5 oksigen. Məsələn, birinci ilə 1 karbondur. Onu tərk etmək. Elə qoy 1 mol qalsın bu maddə. İçində bir karbon olsun. Onda 5 oksigen atomu düşürsə, cəmi oksigenlərimiz 5 olmalıdır. İkisini burada görürük. Gəlin bunu da 3 eləyək ki, burada ümumilikdə 5 oksigen olsun. Neçə mol oksigen götürsəm 3 atom oksigen eləyər. Əlbəttə ki, 1,5 mol. 1,5 2-yə vuranda 3 eləyir. Deməli, 1 mol CO2, 1,5 mol oksigenimiz olsa, bizim qarışıqda 1 karbonumuz olar. 5 də oksigen atomumuz olar. Həqiqətən elədimi? Bəli, bir karbon var. Birincidə 2 oksigen, digərində 3 oksigen, cəmidə 5 oksigen var.
Götürdüyümüz mol miqdarları budur. 1 mol, 1,5 mol. İndi bizə deyir ki, qarışığın heliuma görə nisbi sıxlığını hesablayın. Bayaq da qeyd elədim ki, qarışığın nisbi sıxlığını deyəndə ilk öncə biz burada M ortanı hesablayırıq. Ondan sonra aldığımız cavabın heliuma görə nisbi sıxlığını tapırıq. O bizə M orta demir. Amma biz nisbi sıxlıq tapmalıyıqsa mütləq qazların M ortasını hesablayıb tapırıq qarışıq olanda. Bir dənə qazdırsa o heç. Söhbət qarışıqdan gedir. Deməli, gəlin hesablayaq. 1 mol CO2. Deməli, M ortanın düsturunu bilirik ki, M orta bərabərdir. Nü1 M1 üstəgəl nü2 M2, məxrəcdə nü1 üstəgəl nü2. Yəni 1-i vuruq CO2 M1-nə 44-ə, eləyəcək 44. Üstəgəl 1,5-i vuruq 32-yə. Bu da eləyəcək 48. Məxrəcdə 1-lə 1,5-in cəmi, yəni 2,5. Sürətə toplayanda 92 eləyəcək. İndi bu qarışığın da heliuma görə nisbi sıxlığını tapanda mən bunu bölmürəm, bölüb yəni vaxtımızı itirməyək. Çünki hal-hazırda bizə qarışığın heliuma görə nisbi sıxlığı, heliuma görə nisbi sıxlığını tapanda da D helium bərabərdir. Bu 92 bölünsün 2,5-i 4-ə böləcək. 4-ə böləndə 4 məxrəcə düşür. Onda rahat hesablanır. 2,5-i 4-ə vuranda 10 eləyir axı məxrəc. 92-ni də 10-a böləndə eləyəcək 9,2. A variantı. Bax, bölə bilərsiniz. Bölüb cavabı alın, sonra da təzədən 4-ə bölün. Fərqi yoxdur. 75-ci sual. Deməli, qaz qarışığı CH4 ilə hidrogendir. CH4, bir də hidrogen. Qarışığın orta molyar kütləsi deməli 7,6-dır. Deyir, qarışıqda qazların mol payı X, Y. Deməli, burada ilk öncə biz belə deyək də, elə burada ən yaxşı yol xaç suludur. Gəl, bunu xaç sulu ilə yazaq. Diaqonal sulu. Deməli, nə vaxt xaç suluna istifadə edirik? Bir məhlullarda var. Orada amiqason olanda, elə ki, orada maddələrin kütlə payını, qarışdırılan məhlulların kütlə payını tapmaq üçün orada amiqalardan istifadə edirik. Xaç sulunun yolu ilə həll edirik. Bir də maddə miqdarı bölməsində də qaz qarışıq suallarında, əgər qarışıqdakı qazlarımız bəllidirsə, bir də M ortanın qiyməti varsa, biz buradan həcm nisbətlərini tapa bilərik. Deməli, onun üçün maddələri yazırıq kənarda. Onların qarşısında da molyar kütlələrini yazırıq. 16, 2. M ortanın qiymətini də ortaya qeyd edirik. Və bu şəkildə çarpaz şəkildə baxırıq. Çarpaz belə baxırıq, bir də belə baxırıq. Böyükdən kiçiyini çıxırıq. Deməli, 16-dan 7,6-ını çıxacaq. Böləyəcək 8,4. Düz çıxdıq. Hə. Sonra 7,6-dan 2-ni çıxırıq. Bu da eləyəcək 5,6. İndi hər ikisini bir dənə ixtisar aparaq. Hər ikisindən ixtisar aparaq. Düşünək, o vergülləri açsaq 56, 84 kimi baxsaq bunlara. 56, 84 kimi baxsaq. 14-ə getsə. Əvvəlcə bir dənə 2 ixtisar aparaq. 2-yə gedəndə 28, 42. İndi də 7-yə getsə. 7-yə getsə burada qalar 4, burada qalar, 7-yə də yox, hətta 14-ə gedir də, 14-ə getsə burada 2, burada qalır 3, 2-nin 3-ə. Deməli, 28-ə gedirmiş birbaşa, 56 ilə 84, 28-ə gedəndə 2-nin 3-ə qalır. Deməli, buradan aldıq 2, buradan 3, yəni minimum olsun, tam ədəd olsun. İndi nə edirik? Artıq düşünün ki, 2 mol metan var, 3 mol da hidrogen var. Bu şəkildə düşünün. O demək deyil bu. Biz burada minimum nisbətlə tapmışıq. Bu 2-3 yerinə 0,2, 0,3 da ola bilər. Bu 20 ilə 30 da ola bilər. Bu 4 ilə 6 da ola bilər. Amma fərqi yoxdur. Nə ilə olur olsun? Yeşim cavabı eynidir də, nisbət düzgün olsun. Deməli, biz burada indi, məsəl üçün, mən CH4-ün mol payını tapıram. Pi CH4 bərabərdir. Sürətdə CH4-ün mol sayın 2. Məxrəcdə 2 ilə üçün cəmi, molların cəmi vurulsun 100%. Bunu hesablayırıq. 2-ni böldürük 5-ə vururuq 100-ə. Bu da eləyəcək 40%. Əgər birin 40% almışıqsa, ümumi qarışıqdan 40-ın çıxanda 60% də digər maddəmiz, yəni hidrogen olacaq. Cavab olacaq A variantı. Belə, yəni xaç sulu çox rahat bir üsuldur. Bunun başqa da yolu var riyazi yolla, uzun gedir. Tənliyə gəlir çıxır, amma ən yaxşısı deməli xaç suludur. Bunu nə vaxt tətbiq edirik? Yəni 2 qazımız var, M ortanın qiyməti var. Bu şəkildə qoyuruq, M-lərin yazırıq, M ortanın ortada. Taxdığımız nə olur? Həcm nisbəti olur. Keçək 76-cı suala.
Deməli, qarışığın tərkibini veribdir, bir də qarışığın kütləsini verib, qarışığın tam yanma məhsulunu veribdir. Bunlar üzüm maddələrdir. Üzüm maddələri yananda oradan alınan karbon qazının mol sayı neçə moldusa, deməli üzüm maddənin içində də həmin qədər karbon var. Biz onu bilirik. Deməli, əgər buradan 12 mol CO2 alınıbsa, bunlarda cəmi 12 karbon var deyə bilərik. 12 karbon varsa yazaq ki, deməli 12 Na sayda deməli karbon atomu var. Deməli, karbon sayı Na. Bizə deyir ki, qarışığın tərkibindəki ümumi atomların sayını hesablayın. Biz karbonu da sayın bilmərik, hidrogeni də sayın bilmərik. İndi bu karbonu bildik, hidrogeni necə taparıq? Onda gərək hələ karbonu qramla ifadə edək. Çünki qarışığın kütləsini veribsə. Oradan karbonun kütləsini çıxsaq, hidrogen kütləsini də bilsək, hidrogeni də sayın bilərik. 12 Na sayda karbon neçə qram karbon deməkdir? Karbon biri 12 qramdır. 12-ni vururuq 12-yə. 144 qram karbon deməkdir bu. Cəmi 174 qram qarışığın kütləsindən. Karbonun payına düşən kütləni çıxanda yerdə 30 qram da hidrogen olacaq. 30 qram hidrogen elə 30 Na qədər hidrogen deməkdir. Nəyə görə? Çünki hidrogen biri 1 qramdır. Onda 30 qram hidrogen, 30 Na hidrogen. Deməli, bizim 12 Na qədər karbonumuz var idi. 30 Na qədər hidrogenimiz. Cəmi bizim nə qədər atomumuz var? Toplayırıq 30-dan 12-ni. 30-dan 12-ni toplayanda 42 Na qədər ümumilikdə atom var bu qarışıqda. Cavab olacaq Y variantı. 77-ci suala baxaq. Deyir, CH4 və CH6 qazları qarışığının hidrogenə görə sıxlığının qarışıqdakı metanın mol payından asıllığını müəyyən edin. Deməli, burada bunların tək-tək elə hidrogenə görə nisbi sıxlıqlarını tapırıq. CH4-ün kütləsi 16-dır. Bölürük hidrogen kütləsinə. 8 qram bununki eləyəcək. O birisi də 30-dur. Böləndə hidrogen kütləsini 2-yə 15 qram da bu eləyəcək. Deməli, burada onsuz da bu qrafik elədir ki, məsəl üçün 8-in üstündədir. Orada sadəcə deməli metan var, onda heç etan yoxdur. Ya etan var, metan yoxdur, belə deyək də. Çünki bu qarışıq deyilən baxma, qarışığın maddənin biri var, digəri yoxdur burada. Həmin anda. Sonra elə bir qarışdırılır da bunlar. Deməli, hidrogenə görə qarışığın deyir, sıxlığının qarışıqdakı metan mol payına asıllığını deyir, müəyyən edin. Burada deməli metanın mol payından asıllığını tapmaq üçün biz birin 8, birin 15 tapdıq. Onsuz da 8 ilə 15 olan qrafiklərə baxırıq, digərlərinə işimiz yoxdur. Onda burada da metanın mol payından dediyinə görə burada CH6-cı 15 idi. 15-dən başlasın, düşsün metana doğru. Ona görə, yəni metana yaxınlaşan qiymət 15-dən 8-ə. 8-dən 15-ə yox, 15-dən 8-ə düşəni götürürük. Doğru cavabımız olacaq B variantı. 78-də deyir, hansı qazlar cütündən sıxlığı havanın sıxlığına bərabər olan qarışıq hazırlamaq olar? Yəni, bu suala cavab vermək üçün biz bunların emirlərini qeyd eləməliyik. Burada, yəni bu qazların birinin emiri 29-dan kiçik, biri də 29-dan böyükdürsə, onları qarışdıranda 29 alınma ehtimalı olar, yəni hazırlamaq olar. Birinci oksigen 32-dir, bu da 44-dür. 32 ilə 44-ün arasına düşmür axı 29. Bunlardan ancaq 32 ilə 44 arasında bir qiymət ala bilərik M-ortana. 29 ala bilmərik. Bir yanlış. 32, 17. Bəli, burada doğrudur. Götürəcəyik. Yəni 29 bu ikisinin arasına düşür. Ala bilərik 29-u. Sonra 3-də 32, bu da 32 ilə 14, 46. Xeyr, 29 bunların arasında aralıq qiyməti deyil, yəni 3-dən alınmaz. 32, 16 alınacaq. 32, 30 alınmayacaq. Buradan ala bilərik, məsələn, 31, 31, 15, məsəl üçün. Deməli, doğru cavab olacaq 2, 4. 79-cu sualda deyir, oksigen və karbon qazı qrafikdəki kimi qarışdırılır. Hansı nöqtələrdə D helyum bərabərdə 10 olan qaz qarışığı alınır? Burada deməli nə edirik? Burada qarışığın, yenə deyirəm, bayaq dediyim kimi, nisbi sıxlığı tapılıbsa, M-ortanın nisbi sıxlığı tapılıb deməli. Deməli, burada M-ortanın helyuma görə nisbi sıxlığı, yəni 4-ə bölünmüşü 10-dursa, M-orta da olubdur, 4 vurulsun 10, yəni 40. M-orta olub 40. M-ortanın qiymətinin birləşki 40-dır. Görək, hansı nöqtələrdə M-orta 40 alınır. Bu arada bu ədədlər 300, 200 böyük ədədlərlə hesablamaq burada mənasızdır.
Biz bilirik ki, M ortanın məsəl üçün var. M ortanı mən 2 və 3 rəqəmləri ilə də hesablasam, eyni cavab alaram. 1 molun 2, 1 molun 3. 20 30 ilə hesablasam da, 200 300 ilə hesablasam da və yaxud 2-yə vururam 400 600 ilə hesablasam da yenə də M orta eyni cavab alınır. Bunu bilin. Ona görə gəlin bu ədədləri ixtisar aparaq, bu qrafikdəki böyük ədədləri. Hamısını 50-yi ixtisar aparsaq. Onlar 1, 2, 3, 4, sadə tam ədədlər. 1, 2, 3, 50-yə böləndə 6 edir, daha doğrusu. Onu ardıcıl gedirdin. Heç burada da 4 edir. Üzrü sayın. 1, 2, 50-yə böləndə. Deməli 4, 6. Bu da 1, 2, bu 3 edir, bu da 6 edir. Aha. Yəni hamısını elədik, 50-yi ixtisar apardıq. İndi bu rəqəmlərlə işləyək. Bu tərəf başına CO2 yazıb. Sol tərəf, yəni bu qiymətlər CO2-nindir. Digər qiymətlər isə aşağıdakılar da oksigenindir. Bir dənə silim bunları geri. Aha. Aşağıdakılar da oksigenindir. İndi məsəl üçün birinci nöqtəni tutalım, yoxlayıram mən. Yazıram M orta bərabər. 1 qoyuram, birincini hesablayıram. Görüm M ortanı 40 alacamsa götürəcəm biri. Yox, almayacamsa götürməyəcəm. Yəni gərək 40 alaq ki, onun da helmə görə nisbi sıxlığı 10 eləsin. İndi deməli birinci nöqtədə mən artıq 100 durur. 100-ün yerində 2 yazmışıq da 2-ni vuracağıq CO2-nin kütləsinə, M-yə, yəni 44-ə. Açıq aydın yazıram. 2 vurulsun 44. Üstə gəl. 1 nöqtəsindən aşağı düşəndə 50, yəni 1. 1 yazmışıq da. Mən qırmızı ilə işləyəcəyik. 1-i vuracaq, o 2-nin kütləsi 32. 1 vurulsun 32. Açıq şəkildə yazıram. Məxrəcə də 2 üstə gəl 1. Görək buradan neçə çıxır cavab. Bir dənə bunu hesablayaq. 88 üstə gəl 32. Məxrəcə də 3. Deməli 90 üstünə 30, 123 40. Bəli, 40 doğru aldıq. Yəni deməli cavabımızın biri elə 1-dir. Biri elə belə işarə eləmək kimi götürmüşüm. Həqiqətən biri dairəlidir. 1 doğru. Qıraqda yazıram 1. İndi əgər bir nöqtəsi uyğun gəlirsə, bir nöqtəsində CO2 2 idi, oksigenda 1 idi. Məsəl üçün onun 2-yə vurulmuşu. 3 nöqtəsinə bir dənə baxın. 2-yə vuranda, 2-ni 2-yə vuranda 4, oksigenin 1-in 2-yə vuranda 2. 3 nöqtəsi uyğun gəlir. Hətta 5 nöqtəsi də 3-ə vurulmuşu. Bayaq 2 ilə işləmişdik, 3-ə vuranda 6, 1 ilə işləmişdik, 1 3-ə vuranda 3, 6, 3. Eləyin, tərzindən istəyirsiniz, yoxlayın. 6-nı vurun 44-ə, 3-ü vurun 32-yə, məxrəzi 6 ilə 3-cü əmi yenə 40 alacaqsınız. Artıq burada yoxlamaq vaxt itkisidir. Deməli, birini tapdıqsa digərini də tapa bilirik. Artıq bunlar o qiymətlərlə uyğun gəlməz. Bax, yoxlayarsınız, görürsünüz, yox, burada 40 alınır. Belə, bax, 300-dən götürün, hesablayın. Vaxt itkisi daxil, böyük ədədlər alınır. Ona görə doğru cavab nə olacaq burada? 1, 3, 5. 80-də də yenə o sualdandır. Bu dəfə də yenə bunu da yazaq. Oksigen və hidrogen qarşılır. D helium 3-dür. M ortanın deməli 4-ə bölünmüşü 3-dürsə, bu dəfə M orta bərabərdir 12-yə. Baxaq indi qrafikə. İndi yenə 50 ixtisar aparan 1, 2, 4, 6. 1, 2, 3. Belə. Bir dənə məsəl üçün bir nöqtəsini yoxlasaq. Bir nöqtəsi 1, 1. 1, 1. 1 mol hidrogen, 1 mol oksigen. Heç inanmıram uyğun gələ. Deməli yazıram 1 bura, bir nöqtəsi yəni. 1-i vururam. M orta bərabərdir. 1-i vururam hidrogen kütləsini 2-yə. 1-i vururam oksigen kütləsini 32-yə. Məxrəcə 1 ilə 1-in cəmi 2. Bu 2, bu da 32. 34-də 2-yə böləndə eləyəcək 17. 12 eləmədi. Yəni 1 deyil. 1 deyil. Onda 2 nöqtəsini bir dənə yoxlayaq. Biz M ortanı 12 tapmalıyıq. 2 nöqtəsində 2-ni vuruq hidrogen kütləsini 2-yə. Mənim yazdığım qırmızı 2-ni hidrogen M-i 2-yə vuruq. Aşağıda deməli 1-dir oksigen. 1 vuruq 32-yə. Məxrəcədə 2 ilə 1-in cəmi. Hesablasaq 4, 32, 3, 36, 36, 3, 12. Bəli, 12-ni aldıq. Deməli 2 nöqtəsində almışamsa, əgər 2 doğrudursa, dairəyə alıram 2-ni. Onda onun 2-yə vurulmuşu var, 2, 1 idi. İndi olacaq 4, 2, yəni 3 nöqtə. 3-ə vurulmuşu 6, 3, 5 nöqtəsi. Bunların 3-ü də doğru olacaq. Doğru cavab 2, 3, 5. 1, 1 yoxlaya bilərsiniz əlbəttə ki. Amma belə tapmaq olur da rahat şəkildə. 81-ci sual. XO qazının normal şəraitdə sıxlığı ρ bərabərdir 1,25-dir.
X elementinin nisbi atom kütləsini hesablayın. Əgər sıxlığı veribsə, həcmi də biz qeyd edirik ki, 22/4-dür, söhbət qazdan gedir və M bərabərdir Rho-V üsuluna əsasən M-i tapırıq. Bir-birinə vururuq, 1,125-i vururuq 22/4-ə. Bərabər olacaq 28 qrama və tapdığımız kütlə həmin bu maddənin molyar kütləsi olur. M-dir. İndi XO-nun molyar kütləsi, yəni MXO bərabərdir 28-ə. Yəni X plus 16 bərabərdir 28-ə. X də bərabərdir 28-dən 16-nı çıxanda 12. Deməli, cavabımız olacaq 12. 82-ci sual. 82-ci sualda A mol SO2, A mol CH4 cəmi 160 qramdır. Gəlin bu A-nı tapaq. Qarşının kütləsini necə tapırıq? Hərəsini öz molun öz emirinə vurub toplayırıq. A-nı SO2 emirinə 64-ə vururuq. 64A plus A-nı 16-ya vururuq. 16A bərabərdir 160-a. Cəmləyəndə 80A bərabərdir 160. A da bərabərdir 2. Qarşıda metanın kütləsini hesablayın. Metanı biz 16A yazmışıq da yerinə qoyaq. Yəni 2 mol metan var. Neçə qramdır? 16-nı 2-yə vururuq. 32 qram. Cavabımız olacaq 32. 83-cü sual. 3 mol etan. 3 mol deməli etan. 3 mol etan da C2H6-dır. 2 mol azot 2 oksid. 2 mol azot 2 oksid, yəni NO. İbarət qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. Bayaq qeyd etdiyim kimi qarışığın ən az 2 dənə qaz varsa, axırda nəyəsə görə nisbi sıxlığını tapmalıyıqsa, ilk öncə nəyi hesablayırıq? M ortanı. M orta hesablanmalıdır. Yəni növ 1 M1 üstəgələn növ 2 M2, məxrəcə növ 1 üstəgələn növ 2. Yəni hər bir molun emirlərinə vurub toplayırıq, məxrəcə molların cəmini bölürük. 3-ü vururuq 30-a, 2-ni də vururuq 30-a, məxrəcdə də 3-dən 2-nin cəmi 5. 3-ü 30-a vuranda deməli olacaq neçə? 30-u burada mötərizə xaricinə çıxara bilərik. Onlar belə. 30 vurulsun, 3-dən də 2-nin cəmlik 5, məxrəcdə də 5. 5-lər gedər, elə cavab 30 çıxar. Düz hesabladım görəsən. Belə baxsam 90, 60, 150, 155, 30 düzdür. İndi hidrogenə görə nisbi sıxlığını istəyir bizdən. Axırda da D hidrogen bərabərdir 30-u da böləcək hidrogen kütləsinə 2-yə. Eləyəcək 15. Deməli, cavabımız olacaq 83-cü sualda 15. 84-cü sual. 84-cü sualda bir reaksiyadan əvvəlki qaz qarışığında oksigen mol payını hesablayın. Buradan biz nə görürük bu şəkildən? Görürük ki, 100 ml hidrogen, x ml oksigenlə reaksiya girir. Buradan qabdan 50 ml O2 çıxmağı o deməkdir ki, 50 ml oksigen artıq qalır. Onda oksigen deməli artıqlaması ilə götürülür. Burada müəyyən qədər giribdir, 50 ml də qalıbdır. Bizə də əvvəlki qaz qarışığında oksigen mol payını deyir, hesablayın. Amma hidrogen deməli tam sərf olunub da, hidrogendən qalmayıb. Onun üçün ilk öncə reaksiyanı yazırıq. Hidrogen oksigen reaksiyası alınır, H2O əmsallaşdırırıq. Deməli, hidrogen dedik 100 ml-dir. Üzərinə yazaq 100, altdan da 2. Üstünə milli ilə yazsaq da, altdan molları yazacaq hər birində. Gəlin burada görək oksigen nə qədər sərf olunar. Deməli, yazıram üstünə bir dənə. X milli yazmıram da. X milli ümumi götürülən oksigen mənasındadır. Bir nə bilim, başqa hərf A yazıram, altdan da 1. Buradan da A bərabərdir. Deməli, nəyə? 50-yə. 50 milli O2 yazıram, sərf olunur. Yəni işlənib, reaksiyaya girib. Axı 50 ml oksigen artıq qalıb. Bizim əvvəlcə başlanğıcda nə qədər oksigenimiz olub? Yazıram ilkin O2. Nə qədər olubdur? 50 plus 50. Bərabərdir 100 ml. Deməli bizim başlanğıc qarışıqda 100 ml oksigenimiz olubdur. Onun 50 ml-si reaksiyaya sərf olunub, 50 ml-si də artıq qalıbdır. İndi reaksiyanın əvvəlki qaz qarışığını bir dənə gəlin tapaq. Əvvəlki qaz qarışığı. Burada həm hidrogen, həm oksigen birlikdə gedir. Əvvəlcə hidrogen 100 ml hidrogen olub, 100 də oksigen olub. Əvvəlki qarışıqda olub 200 ml. Yəni 200 ml qaz qarışığı olub, onun 100 ml-si hidrogendir, 100 ml-si də oksigendir. Oksigen də 50-si girib, 50-si də qalıb. İndi bizə deyir ki, reaksiyadan əvvəlki qaz qarışığında oksigenin mol payını hesablayın. Deməli, bu 200-ün içində əvvəlki oksigen özdə 100 olub axı. 100 bu 200-ün neçə faizini təşkil edir? Bunu tapmalıyıq. 50 yox, 100. Yəni ümumiyyətlə oksigen 100 olubdur. 100-ü bölürük ümumi qarışığa 200-ə.
Vuruq 100-ə. Bu da eləyəcək 50%. Deməli 84-də cavabımız oldu 50%. 85-də də eyni qaydada bu dəfə hidrogendən artıq qalıbdır. Deməli 85-də yazırıq. Yenə reaksiyanı bir dənə yazırıq. Burada bu dəfə 50 milli hidrogen artıq qalıb. Deməli oksigen tam sərf oldu. Onda oksigen üzərinə 50 milli yazaq. Altdan da 1. Hidrogenə də bir A, altdan da 2. A bərabərdir 100-ə. 100 milli hidrogen sərf olunub. Sərf olunubdur. Başlanğıcda ilkin hidrogen nə qədər olub? 100-ü sərf olunub, 50-si də qalıb. 100 üstə gəl 50. Nə yazdım mən? 100 üstə gəl 50 bərabərdir 150. 150 milli hidrogen olub deməli ilkin qarışıqda. Bəs ilkin qarışığın ümumi həcmi nə qədər olub? Ümumi qarışıq 150 milli hidrogen olub, onun 100-ü girib 50-si qalıbdır. 50 milli də oksigen olub. Cəmi ilkin qarışıq 200 milli olubdur. Demək 200 milli qarışıq olub, onun 50-si oksigendir. Girib hamısı. 150-si də hidrogen olub, onun da 100-ü girib 50-si qalıb. İndi buradan da axırda yenə nəyi soruşur? İlkin qaz qarışığına oksigen mol payı. Yenə oksigenin mol payının həcmini sürətdə yazırıq. Oksigen 50-dir. Məxrəci ümumi qarışıq, yəni 200 vurulsun 100-ə. Bu da eləyəcək 25%. Deməli doğru cavab olacaq 85-ci sualda 25. 86-cı sualda deyir, CH4 və oksigen qarışığının kütləsi 72 qramdır. Bu qarışıqda metan və oksigen moleküllərinin sayının bərabər olduğunu bilərək oksigen kütləsini hesablayın. Deməli CH4, bir də oksigen, hər ikisi eyni miqdardadır. Bizə deyir ki, moleküllərin sayının bərabər olduğunu bilərək. Moleküllərin sayının bərabər olması, yəni molları bərabərdir. X mol budur, X mol budur. Qarışığın kütləsi də ümumilikdə 72 qramdır. Yəni bu 16x qram budur, 32x də budur. Cəmi də 72 qramdır. Hesablayaq, tənlik quraq. 16x-dən 32x-in cəmi 72. 48x bərabərdir 72-yə. Buradan 72-ni bir dənə 48-ə bölək. 72 bölü 48. 1,5. X olacaq deməli 1,5. Bizdən nəyi soruşur burada? Oksigen kütləsini hesablayın. Oksigen axı 32x-dir. Qoyaq yerinə. 32 ilə vuruq 1,5-ə. Bu da eləyəcək 48 qram. Deməli qarışıqda 48 qram oksigen olubdur. Cavabımız olacaq 48. 87-ci suala baxaq. Eyni sayda oksigen atomu olan CO və CO2-dən ibarət qaz qarışığının helyuma görə nisbi sıxlığını hesablayın. Deməli CO və SO2-dən. CO və SO2-dən ibarət qaz qarışığının helyuma görə nisbi sıxlığını. Və bizə ipucu verib ki, eyni sayda oksigen atomu olan. Hal-hazırda oksigenlərin sayı eyni deyil. Yəni birində 1 oksigen var, birində 2 oksigen var. Eyni olması üçün, məsəl üçün, hər ikisini 2 oksigenə gətirək. 2 mol bundan, 1 mol bundan götürsək maddədən, 2 mol CO-da da 2 oksigen olar, 1 mol SO2-də də 2 oksigen olar. Deyərik ki, niyə 2, 1, bəlkə 4, 2, götürün, 4-lə 2 götürün, 2 qatını götürün, 10-a vurun, 20 ilə 10 götürün, yenə oksigenlərə eyni olacaq. İmorta elə bir şeydir ki, imortanı hesablayanda istəyirsiniz minimum ədədlə gedin, istəyirsiniz onu 2 qatı, 5 qatı, 10 qatı ilə gedin, yenə də eyni cavab alınır. Minimumdan gedirik bizdən. Deməli, nəyi hesablayacağım mən burada? İmorta. Niyə? Çünki bayaqdan neçə dəfə qeyd eləmişəm ki, axırda 2 qazdırsa ən azı, yəni qarışıq formadadırsa, qarışıqdırsa, axırda nəyəsə görə nisbi sıxlığını tapmalıyıqsa, ilk öncə imortanı hesablamalıyıq. Gəlin imortanı hesablayaq. 2-ni vuruq CO-nun emerinə 28-ə, 1-i vuruq SO2 emerinə 64-ə, məxrəcdə 2 ilə 1-i toplayırıq. Bunu hesablayaq. 56, 56 plus 64, məxrəcdə də 3. Deməli, bu eləyəcək 120 bölünsün 3, bu da eləyəcək 40. İmorta 40-dır. Bizdən də onun helyuma görə nisbi sıxlığını istəyir. D helyum bərabərdir. 40-ı da böləcək helyumun kütləsinə 4-ə. Bu da eləyəcək 10. Deməli, 87-də doğru cavabımız olacaq 10. Gələk 88-ci suala. Qaz qarışığı CH4 ilə C3H8-dir. Karbon atomlarının sayı AA. Yəni, bu o demək ki, bunların karbonların sayı bərabərdir. Hal-hazırda bərabər deyil. Birində 1 karbon var, birində 3 karbon var. Elə şərtin üzərində göstərirəm.
Biz bundan neçə götürsək eyni olar. Məsələn, birinci maddədən 3-ün digərindən birini götürsək, hər birində 3 karbon olarmı? Bəli, olar. Yenə deyirəm, minimumdan gedirik. İstəyirsiniz 30-10 götürün, 10-a vurulmuşun. Fərqi yoxdur. İndi qarşının orta mollar kütləsini hesablayanda neyini yazıyıq? Bunların molların vuracaq emirlərinə, yəni nüvbür emir üstəlik ki, məxrəci nüvlərin cəmdə üstündən hesablayacaq. Deməli, yazırıq burada M orta bərabərdir. 3'ü vururuq CH4'ün emirinə 16'ya. 1'i vururuq C3H8'ə, yəni 44'ə. Məxrəcdə də 3'dən 1'i toplayırıq. 48 plus 44 4. 92 bölünsün 4. 92'ni də 4'ə böləndə 23 eləyəcək cavab. Doğru cavabımız oldu 23. %89'da eyni qaydada. Deməli, burada yenə karbon atomlarının sayı AA-dır. Birində 1 karbon var, birində 2. Hər ikisini 2 eləmək üçün metandan 2 mol götürsək, bundan 1 mol götürsək. Hər ikisində karbon 2 olar. İndi burada M ortanı hesablayırıq. Deməli, M orta bərabərdir. 2'ni vuruq 16'ya, 32. 1'i vururuq 28'ə, 28. 2 ilə 1'in cəmi 3. 60'ı bölürük 3'ə. Bu da eləyəcək 20. 90-cı sual. Deməli, qarışığı verib C3H4 ilə C2H6, həcmində 8,96-dır, kütləsi də 13-dür. Mol sayında 1'in X, 1'in Y, Y hesablayın. Gəlin bu litri ilk öncə mola çevirək. Qarışığı litrlə yox, qarışığı molla bilək. Nə eləyərik? Bölərik 22,4-ə. Neçə eləyər? 0,4 mol. Qarşısına yazıram 0,4 mol. Moldur bu, 0,4 mol. Belə. İndi yazıram ki, kənarda maddəmizin biri C3H4, biri C2H6. Mol saylarım özü cədvəldə. Birini X verib, birini Y verib. X, Y. Hərəsini öz molunu qoyduq. Deməli, bunların mollarının cəmi, X-dən Y-dən cəmi eləyəcək 0,4. Çünki mol sayını litrdə çevirdik mola, elədi 0,4. Və kütlələrin cəmi 13-dür. Kütlələri necə tapırıq? Hərəsinin özü nemeri 42 budur, vuruq mollarına. 30 Y-də budur. Deməli, 42-sinə 30 Y-in də cəmi verməlidir bizə 13-ü. Belə bir sistem tənliyi əldə edirik. Bunu hesablayaq, buradan Y tapaq. Gəlin, yuxarıdakı tənliyi 40-a vuraq. Bu X-lər geçsin, biz Y tapaq. 40-a vuranda olacaq 42, 40 Y, 40-ı 0,4'ə vuranda 16. İndi bu iki tənlik arasında sistem tənlik quraq. Deməli, üstdəkinin altdakının üstdəkini çıxsaq, X-lər gedir, 10 Y qalacaq. 16-dan 3'ün çıxanda 3. Y də bərabər 0,3. Deməli, biz burada doğru cavab olacaq. Y-in qiymətini istəyir 0,3. 91-ci sual. Qaz qarışığının tərkibi CH4 və hidrogendir. Qarışıqda proton sayı 3N, neutron sayı da N-dir. Qaz qarışığının orta molyar kütləsini hesablayın. Deməli, maddələrimizi qeyd edirik. CH4, bir də hidrogen. Gəlin birin X mol götürək, birində Y mol götürək. Buradan yazıram proton, buradan yazıram neutron. Hər birinin qarşısına qeyd edək. CH4-dən isə proton var. Karbonda 6-da, hidrogende 1'i 4'e 4, 10 proton var. Moluna X'e vuranda eləyəcək 12. 12. Bəs neutron? Karbonda 6 neutron var, hidrogende 0. 6'ını da X'e vuruq 6X. Gələk indi hidrogenə. Hidrogende proton 1'i 2'ye vuran 2 proton, Y-ə də vuranda 2Y. Bəs neutron neçə? 0. Protonları cəmləyək. Belə buradan cəmləmək lazımdır. Elə proton bizə verib 3N. Yəni belə də indi onu deyim ki, bunların cəmi 3N-dir. Neutrondakı N-dir. Neutronun elə biz həm N-lə işarə eləmişik, o N bu N deyil, yəni onunla qarışdırmayın. Belə. Deməli burada nə edir? Protonları toplayaq 3N-ə bərabərliyək. Yəni 3N bərabər olacaq 12 plus 2Y-ə. Neutronlar isə neutronda N bərabər sadəcə 6X-ə, digər neutron yox idi. Gəlin burada 3N-dəki N-in yerinə, bu N-in yerinə N-in ifadəsini qoyaq. Bu N-in yerinə bu N-in ifadəsi, yəni 6X-i qoyaq. Qoyaq aşağıda 3 vurulsun 6X. Bərabərdə 10X. 10X plus 2Y. 18X bərabərdə 10X plus 2Y. Sonra da 8X bərabərdir 2Y
Bu da eləyəcək y də bərabərdir 4x. Belə bir münasibət əldə edirik. Y bərabərdir 4x qalsın bu. İndi biz yəni orada qarışıqda bayaq ki birini x, birini y götürmüşdük. Aşağıda təzədən yazıram. Deməli mən x, h4 götürmüşdüm. Y də h2 götürmüşdüm. İndi y silirəm. Onun da yerinə 4x yazıram. Yəni eyni hərfə gətirdik də eyni məhsula. İndi qarşının orta molar kütləsini gəlin hesablayaq. M orta bərabərdir. Hərəsinin öz molunu öz yerinə vururuq. 16x plus 4x 2 vuranda 8x. Məxrəcdə x-dən 4x-in cəmi 5x. 16 ilə 8 toplayanda eləyəcək neçə? 24x. Məxrəcdə də 5x. X-lər gedəcək. Burada deməli 24 də 5-ə böləndə eləyəcək 4,8. Doğru cavabımız olacaq. Deməli 91-ci sualda 4,8. Keçək 92-ci suala. 92-ci sualda deyir, müəyyən şəraitdə qapalı qabda CO və oksigenden ibarət qarışığın həcmi 100 ml-dir. CO-nun tam yanmasından sonra alınan qaz qarışığının həcmi 70 ml olmuşdur. İlkin qarışıqda oksigen həcmini hesablayın. Deməli, gəlin reaksiyanı burada yazsaq, CO və oksigen reaksiyaya girir və CO2 əmələ gətirir. Əmsallaşdırırıq. Əvvəlcə 100 ml olub, sonra isə 70 ml olub. Burada azalma ilə gedəcək. Deməli, bizdə 2 ilə 1, 3 həcmdən gəlib 2 həcmə. 3 çıxılsın, 2 bərabərdir, 1 həcm azalıb. Orada isə onların verdiyində 100-dən 70-ə gəlib. 100-dən 70-ini çıxırıq, 30 həcm, 30 ml azalıb. Bununla əlaqələndirəcək. Bizdən istədiyi nədir? Alınan qaz qarışığının həcmi 70. İlkin qarışıqda oksigen həcmi. İlkin qarışıqda deməli CO-nu tapsaq oksigen edə bilərik. Çünki CO burada tam yanmasından deyir də, tamamilə yanıbdır. Gəlin CO-nu tapaq. Tənasibi CO-ya görə aparaq ki, bizdə bir azalmada, bir dənə baxın CO-nun əmsalına tənlikdə 2 mol CO-dur. Deməli, bir azalmada 2 mol CO var idisə, qarışıqda belə deyək, bir azalmaya görə CO 2 idisə, 30 azalmaya görə nə qədər olar? Bir A yazsaq. 60. Deməli, qarışıqda 60 ml CO olubdu ilk öncə. Axı 100 ml idi qarışıq. CO ilə oksigen cəmi 100 idi. Onun 60-ı CO-dur. Onda 100-dən də 60-ını çıxırıq. 40 ml də oksigen olub. Olub. İndi bizdən ilkin qarışıqda oksigen həcmini deyir, hesablayın. 40 ml. Cavabımız olacaq 40. 93-cü sual. X qazının kütləsi Y qazının kütləsindən 4 dəfə çoxdur. X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə azdırsa, X-in mol miqdarı Y-in mol miqdarından neçə dəfə çoxdur? Deməli, biri var kütləsi deyəndə kiçik M-lə gedəcək. Nisbi molekul kütləsi deyəndə elə böyük M-lə gedək. Moldakı nüylə. Bir dənə yazaraq münasibətləri. Deməli, X qazının kütləsi Y qazının kütləsindən 4 dəfə çoxdur. Yazaram MX bərabərdir 4MY. Sonra X-in nisbi molekul kütləsi Y-inkindən 2 dəfə azdırsa, onda Y-də X-dən 2 dəfə çoxdur. Belə yazaq. MY bərabərdir 2MX. MX bərabərdir MY mövzusunu 2 də yaza bilərik. O heç. Kəsir salmayaq da, yəni vurma şəklində yazaq. O ondan 2 dəfə azdır, əksinə Y-də X-dən 2 dəfə çoxdur. MY bərabərdir 2MX. İndi deyək ki, X-in mol miqdarı nÜX, nÜY-dən neçə dəfə çoxdur? Bunu tapın verir. Deməli, düsturumuz belədir. Nü bərabərdir, kiçik M bölünsün böyük M. Yəni, nü kiçik M-dən düz mütənasibdir, böyük M-dən tərs mütənasibdir. Burada yazarıq ki, nü X-in nü Y olan nisbəti MX-in də MY olan nisbətinə, amma digərinin böyük M-in MY-in MX olan nisbətinə bərabərdir. Yəni, belə də vurma şəklində qeyd edirik. Deməli, M bölünsün M-dir, amma tərs mütənasibdir. MX vurur MY-in, MY vurur MX olan nisbəti. Qoyaq yerinə. Gəlin qoyaq yerinə. Aşağıda yazıram. MX-in yerinə nə yazırıq? MX-in yerinə 4MY. 4MY aşağıda da elə MY. Bax, bunlar gedəcək. Hələ ki, aparmıram. Bir də MY-in yerinə 2MX yazırıq bayaq qeyd elədiyimiz. MY-in yerinə 2MX, aşağıda da MX. Bunlar da gedir. Yekunda cavabımız nə qalır? 8. Deməli, neçə dəfə çoxdur? 8 dəfə çoxdur.
94-cü suala baxaq. Qarışığın tərkibi deməli C2H6, C2H2, bir də helyumdur. Qarışığın mol sayı da 4 moldur. Qarşıda karbon mol sayı da 4-dür. Gəlin bunların hərəsinin bir dənə məhsul götürək. X mol, Y mol və Z mol. Qarşının mol sayı 4-dürsə, deməli biz yazarıq X plus Y plus Z bərabərdir 4. Yəni 3-ün də cəmliyində molların cəmi 4-ü verir. Qarşıda karbonun mol sayı 4-dürsə, bu dəfə karbonların bir dənə hesablayaq ki, 2 mol CH6-da 2x qədər karbon var. Y mol CH2-də 2y qədər karbon var. Helyumdakı karbon yoxdur. Toplam karbonumuz nə qədərdir? 2x-dən 2y. Yazırıq 2x plus 2y. Nə qədər eləyəcək? 4 cədvəldə bizə 4 verir. Bu arada 2 xısar aparsaq, bunları x plus y cəmində neçə alarıq? 2 alarıq. İndi buradakı x plus y cəmi 2 var. O qırmızı işarə eləyim də bir dəqiqə. Qırmızı ilə işarə elədiyim yerdəki x plus y cəmin yerinə bu 2-ni qoyacaq. Olacaq 2 plus z bərabərdir 4-də. Z də bərabərdir 2-yə. Bizdən nə istəyir? Qarışıqda neçə qram helyum var? İndi baxın, Z 2-dir. Bizdə Z mol helyum götürmüşük də. Deməli 2 mol helyumumuz var. 2 mol helyum 2 vurulsun 4. 8 qram helyum var deməli burada. Doğru cavab olacaq 8 94-cü sualda. 95 də həmin sualdandır, amma yenə də izah eləyəcəm onda. Deməli burada da C3H6, C3H8 helyum. Yenə birin x, birin y, birin z mol götürək. Molların cəmi x, y, z-in cəmi 3,6-ya bərabərdir. Karbonun mol sayı isə yenə bax, birində 3x qədər karbon, birində 3y qədər karbon var. Bunları toplayanda 3x-dən 3y-in cəmi 3,6-ya bərabərdir. Bu arada 3x aparanda x plus y cəmi də 1,2-yə bərabərdir. Yenə bax, buradakı x plus y cəmi yerinə 1,2-ni qoyaq. 1,2 plus z bərabərdir 3,6, z də bərabərdir 2,4-ə. İndi bizdən soruşduq, burada nədir? Deyir, neçə qram helyum var? Yenə 2,4 mol helyum var, z mol idi. 2,4-də helyum kütləsinə 4-ə vuruq. 9,6 qram eləyər. Da oldu 95-ci sualın cavabı. 96-cı sualda deyir ki, qaz qarışığının tərkibini verib, qarışıqda qazların ümumi mol sayı verib, karbon kütləsini verib, deyir qarışıqda neçə mol metan var. Belə yazaq, deməli yazaq, bunların formulların ki, bir dənə CH4-ümüz var, bir dənə də CH4-ümüz. Qazların mol sayı, birin x mol götürək, birin y mol. Mol sayıları demir 4-dür. Toplayaq da, x-in y-i toplayaq 4-ə bərabərliyək. Bir də qarşıda karbonun kütləsi 72. Hər ikisinin içindən karbonun kütlələrini çıxaraq. Birincidə 2x qədər karbon var. Karbon da 12-də, 2x vuran 24x qədər karbon var qramla. 12y qədər də qramla karbon digərindədir. 24x, 12y. Bunların cəmi 72-ni verəcək. 24x, 12y bərabərdir 72. Gəlin 12-yə xısar aparaq burada. Qalacaq x plus y, daha doğrusu 12 xısar aparaq 2x plus y bərabərdir 6-ya. İndi bayaqçı tənlikdə x plus y 4-dür. Daxı bunu da gətirək qoyaq bura. Bunların arasında belə deyək. Burada ara kəsinti yarandı. Sistem tənlik arası boşdur. Yazma olmur orada. Deməli, burada tərəf-tərəfə çıxaq. Üstdəki tənlikdən altdakı tənliyə çıxsaq. Buradan y-lər gedəcək. 2x-dən x-in çıxanda x, altdan 4-ün çıxanda 2. X oldu 2. Y-i də tapsaq, x-in y-in cəmi 4-dür. Axı, y də 2-dir. 2 mol deməli metan var. 2 molda etan var. Bizdən soruşur neçə mol metan var. Metanı biz y-ilə işarə eləmişdik. Y-də 2-dir. 2 mol CH4. O birisi də 2 mol CH4. Etan deyirəm, daha doğrusu etilen. CH4 etilen, etan CH6-dır. Deməli belə. Hər ikisi 2 mol imiş. Cəmdə 4 mol. Doğru cavabımız oldu ki, növbəti suala keçək. 97-ci suala baxırıq. Deməli, burada verib bizə nüv1 böyük nüv2 olarsa uyğunluğu müəyyən edin. Deməli, birinci verib hidrogen, bir də CH4. Bunların molu birincinin molu ikincidən çoxdur hər birində. Gəlin bunların kütlələrini yazaq. 2 qram, 16 qram. Belə bir qaydamız var ki, mən burada elə ümumi məlumat verim.
Əgər bunların molları, nüvləri bərabər versəydi şərti, mollar həmişə bərabər olanda axırda alınan M ortanın qiyməti bunların ədədi ortası olur. Ədəd ortası. Yəni 2 ilə 16-nı toplayıb 2-yə bölərik. 18 2 9 olur. Nü1 nü2-yə bərabərsə 9. Digərində ikincidə işləsək 28-dən 32-ni toplayıb 2-yə bölərik. Üçüncünü işləsək emirləri 16-nı 28-i toplayıb 2-yə bölərik. Bir sözlə, yəni molları bərabər olanda nə olur? M orta necə hesablanır? Elə onların ədədi ortası olur. Amma bəs yaxşı, indi nü1 böyüksə nü2-dən və yaxud nü2 nü1-dən böyüksə, onda necə olur? Yenə biz M ortanı hesablayıb gətirib qoyuruq ortaya. Bax, M orta deyirəm, ədəd ortasın. Ədəd ortası 9-u onu yazır. Bu mütləq lazımdır bizə. 9. Burada bir nöqtə qoyuram. Bax, bura mərkəzi nöqtə deyək. Əgər nü1 böyüksə, bax, bununki deməli nü1-dir. Hidrogenki. Bu birisi də nü2-dir. Əgər nü1 nü2-dən böyükdürsə, 2 ilə 9 arasında ancaq qiymətlər ala bilər. 2 ilə 9. O 9-u bilməliyik biz. O 9 mütləq ədəd orta tapılmalıdır. Əgər bir-birinə bərabərsə, konkret cavab 9-dur. Yox, nü1 nü2-dən böyüksə, 2 ilə 9 arasında qiymət alacaq. Ancaq o arada yerləşən. Birinciyə baxaq, 2 ilə 9 arasında 7. 1-ə olacaq A variantı. Məsəl üçün 10 olsa cavabda götürərdik. Xeyr, götürməzdik. 9-dan sağa düşür axı. İndi yaxşı, nü2 nü1-dən böyük olsa necə olur? Onda isə 9-dan 16 arasında qiymət alırıq. Nü2 bu birisi moluna tərəf, buna tərəf yaxın qiymətlər. Bu şəkildə olur. İndi keçək digər maddəyə qarşığa. Deməli, ikinci N2-dir, bir də O2-dir. Nü1 budur, nü2 budur. Deməli, bunun kütləsi 28-dir, bununki də 32-dir. Yenə 28-in 32-nin ədəd ortasını tapırıq. Bu eləyəcək 30. 62 bölündə 30. Deməli, orta oldu 30. Onda 28 ilə 30 arasında qiymət ala bilər ancaq. Yəni 29 alacaq. İkinci olacaq D variantı. Sonra üçüncünü hesablasaq. Üçüncüdə deməli CH4, bir də N2. Yenə bu nü1, bu da nü2. Hamısı da nü1, nü2-dən böyükdür. Bu şəkildə ancaq sol tərəf seçirik. Əvvəlcə 16 plus 28 bölünsün 2. Bunların ədəd ortasını tapaq. 44 2 22 eləyəcək. Deməli, bu 16 idi, bu 28-dir. Orta nöqtə olacaq 22. İndi biz burada hardan götürəcək? 16 ilə 22 arasında. 16 ilə 22 arasında yerləşir 20. Olacaq. Başqa nə yerləşir? 17 yerləşir. 17, bir də 20. Deməli, həm B, həm də C. Deməli, üçüncü uyğun gəldi, həm B, həm C. 1-ə A, 2-yə D, 3-ə də B ilə C. Belə bu şəkildə. Normalda elə bir şərt verməsəydi bizə, ümumiyyətlə M ortanın qiyməti, o götürülən qazların, emirlərin ikisinin də aralıq qiymətdən, arasındakı hamısını ala bilər. Ala bilər deyirik. Amma şərt veribsə, əgər bərabər veribsə, konkret ədəd ortanı alır. Nü1 nü2-dən böyüksə, həmin o ədəd ortanı tapırıq. Nü1 olanın həmin maddənin emiri ilə ədəd ortası arasında qiymət alır. Nü2 böyüksə nü1-dən, nü2-nin olduğu həmin o maddənin emiri ilə ədəd orta arasında qiymət alır. Belə, yəni burada nü2 böyük nü1 desəydi, 22 ilə 28 arasında qiymətləri seçərdik. Bu qədər.